Hoş gördük Bhagavad Gita'nın değerli dinləyicilərim. Aa, Deməli, bizim çox değerli dinləyicilərimizdən çox değerli bir sual var. Sual orada yazılıb, həm də gördüyünüz kimi yazılıb. İllüzor enerji nə deməkdir? Soruşur. İllüzor enerjinin təbiəti. Ümumiyyətlə sual buna aiddir. Bu biz mühazirələrdə hər dəfə bunun demək olar ki, çoxlu adını çəkirik bu məsələnin ki, illüzor enerji deyirik. İndi konkret olaraq illüzor enerji nə deməkdir? İllüzor enerjinin təbiəti necədir? Onun missiyası nədir? Ümumiyyətlə nə üçün o var? Belə deməli, mən çalışacağam ki, lakanik, kısa, çox da uzadı olmayan diyeyim bunu. Baxmayaraq ki, bu çox ciddi məsələdir, olduqca ciddi məsələdir. Amma biz əslində bunun barəsində biz bütün mühazirələrin hamısında bunun barəsində bu və ya qədər yeni miqdarda danışırıq. İllüzor enerji nədir? Onu bilməliyik ki, əslində mən buradan başlamaq istəyirəm ki, bu məsələnin izahını oradan başlamaq istəyirəm ki, əslində əbədiyyət vardır. Bu fikri mən çox istəyərdim ki, bu fikrin üzərində düşünə hər bir kəs. Əslində əbədiyyət var. Əbədiyyətdən başqa heç nə yoxdur. Əbədiyyət var, əbədiyyət. Hər şey əbədidir. Allah özü əbədi olduğu kimi, yəni Allahın üzərində heç bir hökmü olan heç bir şey yoxdur. Elə bir şey yoxdur ki, Allahın üzərində hökmü vardır. O əzəli hökm sahibi odur. O da əbədidir. Zaman özü belə onun enerjilərindən biridir. Yəni zaman özüdür. Zaman deyilən bir şey özü. Allahın sonsuz sayda enerjiləri var. Özü necə deyir? Özü dərk olunmaz qədər sonsuz olduğu kimi onun enerjilərində sayı hesabı yoxdur. Mücəssəmələrinin, inkarnasiyalarının sayı hesabı yoxdur. Baxmayaraq ki, o təkdir. Eləcə də zaman özü onun enerjilərindən biridir və ona tabidir. Zamanı Tanrı istifadə eləyir. Deməli, maddi enerjini nə eləmək? İdarə eləməkdə. Özünün maddi enerji adlı enerjisi. Maddi enerji həm də illüzor enerjidir. İllüzor enerji, maddi enerji. Bunlar ikisi eyni şeydirlər. Çünki maddiyyət deyilən şey yoxdur. Deməli, yəni transendental mövqedən baxanda Bhagavad Gita fəlsəfəsindən, Tanrının həqiqətin, əbədiyyətin mövqeyindən baxanda maddiyyət deyilən şey yoxdur əslində. Onu səsin köməyi ilə, transendental səsin köməyi ilə əbədiyyətin özünə məxsus səs var əbədiyyətdə. Bizim eşitdiyimiz səslərdən fərqli olaraq. Səsin köməyi ilə Tanrı ruhu maddəyə, maddəni də ruha çevirə bilir. Ona görə deyir ki, məsəl üçün, səmavi dinlərdə belə bir şey var ki, deyir, Allah ol dedi, oldu hər şey. Belə yox ki, o götürdü əlinə nəsə iş gördü, orada düzəltdi, ya da belə şey yoxdur. Ol dedi, oldu, vəssalam, səsin köməyi ilə. Ona görə əslində əbədiyyət var. Bax, bunu xahiş edirəm, bunu fikirləşin. Əslində əbədiyyət var. Əbədiyyətin daxilində, həmən bu əbədiyyətin daxilində Tanrının bizim kimi ruhi canlar, ruhi şəxsiyyətlər, biz burada maddiyyatın içində ruhi can sözü deyirik. Çünki bizim əsas diqqətimiz, əsas bütün varlığımız ancaq cismin üzərindədir, qurulub deyənə. Burada ruhi can ifadəsi var. Amma əbədiyyətdə ruhi can ifadəsi yoxdur. Əbədiyyətdə biz hamımız sadəcə olaraq ruhi təbiətli şəxsləri, yəni əbədiyyətə xas olan təbiətli şəxsiyyətləri. Necə ki, belə burada biz özümüzü baxmayaraq ki, bədənlə eyniləşdiririk, maddə ilə də
Biz o su, hava, torpağın birləşməsindən yaradıb Tanrı bizim fiziki bədənlərimizi və biz özümüzü bundan elləşdiririk. Amma buna baxmayaraq hər kəs özünü burada hətta bədən səviyyəsində belə hər kəs özünü fərdi şəxsiyyət hiss edir də, fərdi şəxsiyyət. Baxmayaraq ki, bədən müvəqqəti bir şey deyil, bu gün var, sabah yoxdur. İllüzor enerjinin bizə təqdim elədiyi bir şeydir. Amma biz istənilən halda hər kəs burada özünü şəxsiyyət hiss eləyir. Fərdi şəxsiyyət özdə. Təkrar olunmazıq. Baxın, iki dənə bir-birinə oxşayan insan tapmaq mümkün deyil planetin üstündə. Nəinki insan, istənilən canlı varlığın ikisini tamamilə bir-birinə oxşayan tapa bilməzsiniz. İstənilən canlı varlıq. Buna deyirlər fərdiyyət. Yəni biz həm şəxsiyyəti, həm də fərdi şəxsiyyəti. Fərdi şəxsiyyət o deməkdir ki, o təkrar olunmazdır. İkinci onun kimisi yoxdur. Bildiniz necə? Hər birimiz. Eləcə də bizim ruhi təbiətli şəxsiyyətimiz var ki, o fərdi şəxsiyyət də əbədiyyətdə, Tanrı ilə münasibətlərdə. Bildinizmi? Biz orada fərdi şəxsiyyətlərik də, yəni əbədi mövqedə, bizim isə özümüz əbədiyyətdə fərdi şəxsiyyətlərik. Ne üçün də ki, Quran-ı Kərim ondan qurtarır ki, sonunda dərgahımda cəm olasınız. Yəni Allah orada bütün hər şeydən danışır, hər şeydən, fəaliyyətdən, fəaliyyətin nəticələrindən, insanın bu dünyaya gəlib dönə-dönə qayıtmağından, cənnəti layiq olmağından, cəhənnəmə layiq olmağından, bütün qanunlardan, qanun pozğuntularından, hər şeydən danışır. Amma axırın gətir ona bağlı ki, sonunda dərgahımda cəm olasınız. Reinkarnasiya elmi də, reinkarnasiya qanununda belə bir dənə şey var ki, biz bu dünyada o vaxta qədər doğulub ölürük ki, bədən alırıq. Elə bu Quran özündə də bu ayə var ki, ölürsüz dirildirik, sonra yazır ki, ölürsüz yenə dirildirik. Ta Rəbbinizə çatana qədər. Yəni ki, həmən cümlədir. Yəni ki, bu deməkdir ki, o ayənin izahı o deməkdir ki, ruhun burada bir cisimdən o digər cisimə keçməsi tərbiyəvi xarakteri daşıyır. Yəni o özünü təzədəndən öz mövqeyini bərpa eləyənə qədər. Bizim də mövqeyimiz hani Tanrının yanıdır. Biz Tanrının yanından gəlmişik bura. Əbədiyyətdə Tanrıdır. Hər bir kəslə, hər bir canlı varlıqla fərdi münasibəti var. Necə ki burada hər bir canlının qəlbində mövcuddur. Qarışqadan tutmuş, qarışqa heyvanlar, quşlar, balıqlar, bitkilər, insan, elə bir canlı varlıq yoxdur, can yoxdur ki, ruhi can. Onun yanında Allah yoxdur. Tanrı hər bir canlı burada müşahidə edir, hər bir fərdi olaraq. Bu onun qüdrətinin dərk olunmaz hissəsidir. Bu onun dərk olunmaz qüdrətidir. Bildiniz nətər? Allahı dərk eləmək, onun qüdrətini dərk eləmək ona görə asan məsələ deyil də. Ona görə də biz əbədiyyətin sakinləri hamımız, fərdi şəxsiyyətləri orada, hər kəsin özünün orada əbədi fərdi forması var. O da bizim ürəkdə yerləşən ruhi can dediyimiz orada bu saat kod şəklindədir bu saat. Yəni açılmamış şəkildədir, yığılacaq şəkildədir və ona görə ona o özünü unudub cisim almışıq. Özümüzü unutmaq bahasına cisim almışıq. Deməli bu əbədiyyətin daxilində əbədiyyət deyən yerdə hər şey var, amma ki onun hökmü yoxdur. Orada bir dənə hökm Tanrıdadır və səlam. Onun başqa enerjilərinin canlıların üzərində hökmü yoxdur. Hər bir şey orada ancaq həzzə xidmət edir. Əbədiyyət cənnət demək deyil. Cənnət bizim maddi dünyanın daxilindədir. Bu qaranlıq maddi dünyanın daxilindədir cənnət. Sadəcə olaraq incə elementlərdən. Necə ki, məsəl üçün, burada hava adaları var. Hava adalarında gələn insanlar böyük həzzlər alırlar da cürbəzi. Yəni burada həzzin çox nəcib formaları var. Bir də kobud formaları var. Kobud həzz alanlar var. Donuz, deyək ki, üzr istəyirəm, donuz nəcis yeməkdən həzz alır. Amma həzz alır ondan. İnsan nəcisini donuz yeyir, həzz alır ondan. Bir də ki, məsəl üçün, hansısa belə çox bahalı yerlərdə çox ləziz halı qiymətə oturub yemək yeyən insanlar var. Yəni demək istəyirəm ki, o da canlı varlıqdır, bu da canlı varlıqdır. Amma bu nəcis yeməkdən həzz alır. Eləcə də bu həzzin burada
kobud forması var, bir də çox nəcib formalar var. Bunlar da cənnət planetləridir. Ona görə cənnət Tanrının dərgahı deyil. Cənnət əbədiyyət deyil. Cənnətin özündə zaman hökm sürür. Sadəcə orada zaman çox uzundur. Yəni ki, ən aşağı cənnət planetlərində bizim yerdə keçirdiyimiz bir sutka onlarda 6 aydır. Məsəl üçün ayın üzərində, ay cənnət planetidir. Ay da cənnətdir, günəş də cənnət. Hər ikisi cənnət planetidir. Ona görə də İslamın bayrağının üzərində ay ilə günəş var. Çünki onlar hər ikisi cənnət planetidir. Ayın üzərində efir bədəni var, günəşdə də od bədənidir. Və ona görə də onları materialist alimlər onun üzərinə baxanda teleskopları ilə deyirlər orada həyat yoxdur. Çünki onlar onu görmürlər. Onların bədənləri. Ama olan hər ikisi cənnət planetidir. Onun üzərində, ayın üzərində bizim bir sutkamız 6, onların bir sutkası bizdə 6 aydır. Yəni bizdə 6 ay keçəndə onlarda bir gün keçir. Bizdə bir il keçəndə onlarda bir sutka keçir. Amma ən yüksək cənnət planetində, ən yüksək cənnət planeti də bu kainatın cənnət planetlərinin ən yüksəyi. Orada bizim bir günümüz Veda müdrikləri, yogiləri, mistiklər. Yəni bu rəqəm qəti dəqiqdir. Yəni Vedalarda hər şey dəqiq yazılır. Çünki Tanrının ağzından çıxıb almış. Deyək ki, deməli ən yüksək cənnət planetlərində baxın. Bizdə keçən 4 milyard 300 milyon il, 4 milyard 300 milyon il, baxın rəqəmə, 4 milyard 300 milyon il bizdə keçən. Orada bir gündür. Sutkaları isə 8 milyard 600 milyon ildir. Onların sutkası. Bizdə 8 milyard 600 milyon ildir. Bu ən yüksək cənnət planetidir. Ona görə də baxın, rəqəm böyük olduğuna görə elə bizdən ki, cənnətdə əbədi oturursan. Yox, cənnət əbədi deyil. Əbədiyyət bütün bu cənnət, cəhənnəm planetləri bir dənə kainatın daxilindədir. Kainat yumurta şəklindədir. Yarısına qədər su ilə dolu olur. Yerdə qalan yarısında 14 planet sistemi var. 7'si cəhənnəmdir, 7'si cənnət. Və belə kainatlarla doludur maddi dünya, özündə sonsuz sayda kainatlar var. Görün maddi dünya nə boydadır? Sonsuz sayda kainatlar var. Bu yaxınlarda günəşin ölçüsünü göstərirdilər. Sonra günəşdən balaca planetləri göstərirdilər. Sonra burada yer planetin üstündə şey. Yəni belə kainatın ölçülərini göstərirlər ki, biz nə qədər kiçiyik də, balacayıq. Amma təsəvvürə gətirsin ki, hələ bu maddi dünya deyilən bu qaranlığın içində kainatlar kütlü miqdarda var. Hər kainatın daxilində 14 planet sistemi var. Və kainatların da ən balacası bizim olduğumuz kainatdır. Və burada bu kainatı yaradan mələk, Tanrının ixtiyarında olan mələk Brahmadır, 4 başı var. Amma 1000 başı olan Brahmalar var, 1000 dənə başı var. Görün onların kainatları nə boydadır, idarə elədiyi kainat. Yəni bunu mən deməkdə məqsədim nədir? Demək istəyirəm ki, maddi dünya, yaşadığımız bu maddi dünyanın özü əbədiyyətin daxilindədir. Bu metafizika elmi deyilən elmdə bu çox belə incəliklərlə izah olunur. Nətəri Həzrəti İsa əleyhissalam deyirdi ki, elə fikirləşməyin ki, Allahın şahlığı hardasa oradadır. Yox, buradadır deyir. Elə burada sizin yanınızdadır. Niyə? Çünki bu maddi dünyanın özü də əbədiyyətin daxilindədir. Bildiğin nətəri buradadır. Əbədiyyət özü də buradadır, bizim ətrafımızdadır. Sadəcə olaraq bax gəldi çıxdı onun üstə. Sadəcə olaraq Tanrının sonsuz sayda enerjilərindən birinin adı illüzor enerjidir. Tanrının bir enerjisi var, onun adı illüzor enerjidir. Bizim çoxlu sayda enerjiləri var. Amma ki onlardan birinin adı illüzor enerjidir. Necə ki, məsəl üçün bizim hökumətin çoxlu miqdarda nazirliklər var, idarələr var, firmalar var, nə bilim, zavodlar, fabriklər, nə bilim, və s. var da, şirkətlər, nə qədər iş yerləri filanlar. Amma bunların hamısının içində bir dənə yer var, o da həbsxanadır. Həbsxana da Tanrının, hökumətin daxil işlər nazirliyi var, polisi var. Və o polislərdən bir neçəsi ayrılıb ki, onlar həmən ora nəzarət edirlər, həbsxanaya. Və həbsxanada olan polisin də qarşısına qoyulub, tapşırıq qoyulub ki, burada yaşayan Azərbaycan vətəndaşlarını çox ciddi surətdə tikanlı məftirlərlə
dəmir seyf qapılarla filanla beş məkandan saxlamalısan, imkan verməli deyilsən ki, onlar buradan çıxsınlar, qaçsınlar öz başlarına. Azərbaycan vətəndaşı deyil onlar da. Başa düşdünüz, bu bunun missiyasıdır, bu bunun işidir. Eləcə də Tanrının illüzor enerjisi məqsəd odur ki, o elə bir ki, onun xidməti Tanrıya əks şey yaratmaq. Yəni Tanrının özünə, Tanrı reallıq Tanrının özüdür. Ən ali reallıq Allahın özüdür. Ən ali reallıqdır. Real olan odur. Və bu illüzor enerjinin Tanrı özü, öz enerjisidir Tanrının. Özü o enerjinin sahibkarıdır. Yəni bu enerji Tanrıya xidmətdədir. Əllərin cütdüyüb ona xidmətdədir yanır. İllüzor enerji. Amma onun missiyası odur ki, o Tanrının təbiətinə zidd olan enerjidir. Tanrının təbiətinə zidd, reallığın təbiətinə zidd fəaliyyət göstərir. Tanrının çox sevdiyi biz şəxsiyyətləri, ruhi canlar, biz şəxsiyyətlər, əbədiyyətin sakinləri. Bunların bir qisminə Tanrının təbiətinə zidd şey yaratmaqdır, şərait yaratmaq. Ne üçün? Çünki ruhlar dünyası deyəndə, ruhlar dünyası yox, əbədiyyət. Əbədiyyətdə ruhi təbiət deyik biz. Ruh da əbədiyyət deməkdir. Ruh yaradılmır, o həmişə var, əbədidir. Zaman onun üzərində hökmü yoxdur. Əvvəli, sonu yoxdur. Əbədi. Biz hamımız Tanrının dərgahında, şahlığında əbədi olaraq mövcuduq. Həmişə varıq. İllüzor enerji, Tanrının illüzor enerjisi əbədiyyətin bir küncündə bir qaranlıq bir yer yaradır orada. Oranın təbiətini dəyişir, qanununu dəyişir. Necə ki, həbsxana Azərbaycanın bir hissəsidir, həbsxana. Həbsxana yerləşdiyi torpaq da Azərbaycan torpağıdır. Oradakı hava da Azərbaycanın havasıdır. Evlər, binalar, daşlar, yeyilən yeməklər, giyilən paltarlar və son nəticədə orada yaşayan insanlar da bu ölkənin vətəndaşlarıdır. Amma fərq nədədir? Fərq qanundadır. Orada başqa qanunlar hökm sürür. Orada azadlığa nisbətən qanunlar daha çox nədir? İnsanın müstəqilliyin və azadlığını məhdudlandırır. Düzdür, vəssalam, budur. Seçimini, azadlığını məhdudlandırır. Azadlıqda olan Azərbaycan vətəndaşı ölkənin istədiyi yerində gedib özünə ev tikib, işləyib yaşaya bilər. Sarasında istəyir. İstəyir getsin Şamaxıya, istəyir getsin Lənkərana, istəyir getsin Naxçıvana, harda istəyir getsin, yaşasın, özünə ev tiksin, istədiyi kimi tiksin, istədiyi kimi rəhləsin, istədiyi paltar giysin, istədiyi yemək pişirsin, yesin. Nəinki bizim ölkəmizin istəyən gəlib Amerikada yaşayır. Planetin harasında istəsə gedə bilər. Düzdür, bir də var ki, təsəvvür edin ki, bir nəfər tutsun asasınlar Bakıda bir dənə həbsxanaya. Bu həbsxanada oturandan dünyanın istənilən nöqtəsində gedib yaşamaq azadlığı olan arasında fərqə baxırsınız, fərqə. İstədiyin yesin, istədiyin geysin, istədiyi ölkədə yaşasın, istədiyi ölkənin istədiyi şəhərində yaşasın, istədiyi ölkənin istədiyi şəhərin istədiyi küçəsində yaşasın, istədiyi maşını alsın, istədiyi paltarı geysin. Tam azadsan da sən. Amma bir də var həbsxanada oturan. Həbsxanada oturan tamamilə məhdudlandırıb onun nə maşın almaq imkanı var, nə istədiyi paltar alıb geymək imkanı var, nə istədiyi yeməyi pişirib yemək imkanı var, nə istədiyi kimi özünə otaq yaratmaq, heç bir imkanı yox. Ona verilən paltarı giyir, ona verilən yeməyi yeyir, ona verilən otaqda yaşayır, ona üzr istəyirəm, ona ayaq yoluna gedib gəlməyi də vaxt ayrılırlar ki, hansı vaxtlar ayaq yoluna gedə bilər, hansı vaxtları və s. Mən elə biləm ki, mənə başa düşdünüz. Bax, beləcə bizim bu maddi mövcudiyyatımızla əbədiyyətdə olan mövcudiyyatımız arasında bax bu qədər fərq var. Hələ bu mənim dediyim çox çobud bir nümunədir. Əslində isə məsələ həddindən artıq böyükdür, genişdir. Yəni ruhi dünya, əbədiyyətdə bizim imkanlarımız buradakindən sonsuzluq qədər çoxdur. Burada isə tamamilə məhdudlandırmış enerji bu cisimlə, maddi enerjinin təqdim elədiyi cisimlə. İndi bu maddi enerji və əbədiyyətin daxilində balaca bir, çox belə cılız balaca bir yerdə bir şərait yaradır. Necə? Mən indi sizə izah edəcəm. Günəş demək olar ki, Tanrının dərk olunmaz bir, o da dərk olunmaz bir enerjisidir günəş.
Bizim bu kainatı işıqlandıran günəşdir. Günəş buradan çıxartsa bu kainat o qədər zülmət olacaq ki, adam gözünü açsa əllərini görməyəcək. Ha? Ona görə şu Vedalarda deyir ki, Tanrı özü bu kainatın içine daxil olanda bura zülmət qaranlıqdır və ilk canlı varlıq kimi yaratdı dört başlı Həzrət Brahman ki, hansı ki o sonradan bu 14 planet sistemi yaradıcıdır və onların üstünü dolduracaq hali ilə. O burada görür ki, bura qaranlıqdır, zülmətdir. Daxil olanda bura zülmətdir də. İndi yəni ki, əslində bura zülmətdir. Bu günəş burada sanki qaranlıq otaqda biz işıq yandırıb söndürən kimi bu günəş də Tanrının bir lampoçkasıdır bu qaranlıq kainatın içində. Kainat həddindən çox qalın qaranlıqdır. Və bizim kainatın 7 qatı var. Bu 7 qatlar bizim həmən bu 7 mərtəbə planet sistemləridir. Cənnət planet sistemləri. Eləcə də kainatın 7 qatı var ki, hər bir növbəti qat özündən qabaqçı qatdan 10 dəfə qalındır. O qatlar da hamısı Vedalarda o qatların adları da yazılıb ki, kainatın qatları hansıdır. Ona görə bu daxili həddindən çox qaranlıqdır və günəş bunun içində işıq salan yeganə işıq mənbəyidir ki, bu kainatın içini işıqlandırır. Planetlərin üzərində görürsüz, günəşin hansı tərəfdə günəş varsa, planetlərin məhz o tərəfi işıqlanır. Yəni ayın bir tərəfi işıqlanır, baxırsınız ayın bir tərəfi qaranlıqdır. Ay. Bu demək ki, hansı tərəfə işıqlanırsa, ora günəş o tərəfdədir. Günəşin işığı da ay. Ayın özünün işığı yoxdur. Ay tamamilə işıqsız planetdir. Ay soyuq planetdir çox. Onun işığı günəşin işığıdır ki, aydan əks olunur. Biz ayı görürük. Bildinizmi? Ayın özü işıq saçmır. Qaranlıqdır və soyuqdur. Günəşin işığı düşür onun üstündən əks elətdirir bizə. O ay ayın saçdığı nur günəşin işığıdır, əks elətdirir yerə. Müxtəlif mövqelərdə o müxtəlif cür üstü işıqlanır günəşlə. Yəni bu ayın belə işıqlanması sübutdur ki, bura zülmət qaranlıqdır. Fikir vermişsiniz, ayın o görünməyən tərəfi qapqaradır da, görsənmir. Bu demək ki, bura zülmət qaranlıqdır, bu kainatın daxili, bildinizmi? İndi bu necədir? Günəş, baxın mən bir dənə kobud məsəl çəkəcəm, illüzor enerjinin fəaliyyətinə. Deməli, günəş özü, baxın, günəşin özünün işığı və istisinə rağmen, öz istisi ilə nə edir? Okeandan suyu buxarlandırır. Okeandan suyu buxarlandırır, yer kürəsindən söhbət gedir. Söhbət bizim yer kürəsindən gedir. Günəş okeandan suyu buxarlandırır. Suyu buxarlandırandan sonra bu su par şəklində gətirir bir yerdə toplanır. Yer kürəsinin bir yerdə toplanır. Bildiniz nə tərim? Gəldi məsələn Bakı şəhəri üstündə toplandı. Xəzər dənizindən suyu buxarlandıran kim nədir? Günəşdir. Alimlər diyor ki, heç alimlər bilmirlər ki, bu yağış yağma prosesi əslində necə baş verir. Bunların hamısının arxasında Tanrının konkret şəxsiyyətləri dayanıbdır. Baxma ki, bunlar çalışırlar ki, özlərinin çox aciz və cılız dilləri ilə izah eləsinlər ki, bu təbiətdə proses necə baş verir. Amma əslində onların izahları həddindən artıq cılız və acizdir. Əslində bu proses çox möhtəşəm bir prosesdir. Tanrının hər bir şeyə nəzarət edən konkret şəxsiyyətlər vardır. Eləcə də yağışın yağmasına. Deməli, günəş bu suyu dənizdən, okeandan buxarlandırır. Bu buxarlanmış su buxar şəklində havada uça bilir. Su havadan ağırdır əslində, qalmamalıdır havada. Amma Tanrının möcüzələrinin sayı hesabı yoxdur. Allah o buxarı gətirir, məsəl üçün Bakı şəhərinin üstünə yığdı, alındı bir dənə qara bulut. Qara bulutlar top. Fikir vermişsiniz, yağış havasında qara bulutlar şəhərin üstünü tutanda nə baş verir? Gündüz olsa da, gün orta saat 2-dir deyək ki, saat 12-dir, 1-dir. Gündüz olsa da biz qara bulutlar toplaşanda biz günəşi görmürük. Günəş itir də. Bizə elə gəlir ki, bulutlar günəşin qabağını kəsibdir. Amma bu belə deyil, bu bizim görməmizdir, bizim bu qeyri-mükəmməl görmə qabiliyyətimizdir. Bizə elə gəlir ki, bulut günəşin qabağını kəsə bilər. Bulut günəşin qabağını kəsə bilməz. Əslində bizdən
yerdən, yəni yerdən o qara buludlara qədər olan məsafə ilə qara buludlardan günəşə qədər olan məsafə yer onların rəqəmə sığmaz dərəcədə fərq vardı. Yəni bizdən qara buludlara qədər olan məsafə samolyot hətta təyyarə qalxa bilir. Və təyyarə yerdən qalxanda o kim təyyarə minibsə görübdür. Təyyarə bir balaca sürətini artırandan sonra buludları keçir, qalxır buludların üstünə. Buludlardan yuxarı qalxır və buludlar qar təyyarədən aşağıda. Hətta təyyarə buludların üstünə qalxa bilir. Düzdürmü? Deməli buludlar bizə çox yaxındır. Günəş isə buludlardan neçə milyon kilometr uzaqdadır. Deməli burada nə baş verdi? Günəş özü okeandan və yaxud dənizdən suyu buxarlandırdı, qaldırdı və özünü bizə görünməz elədi. Özünü bizə görünməz elədi buludların vasitəsilə. Günəş görünməz oldu. Buludlar günəşi bağlamadı ki, buludlar bizim üstümüzü örtdü. Bizi bağladı. Bildinizmi? Bizim üstümüzü örtdü. Günəşi bağlamadı. Buludu günəşi örtməyə qüdrəti çatmaz. Günəşin o qədər güclü istiliyi var. Onun qabağına heç nə dura bilməz. Nəinki bulud. O sadəcə olaraq bir qism suyu buxarlandırdı, qaldırdı və bizim üstümüzü elə örtdü ki, qara buludlarla. Günəş bizə görünməz oldu. Biz günəşi görmürük. Amma hamı bilir ki, indi gecə deyil, qaranlıq deyil, gündüzdür. Və hamı bilir ki, hardasa günəş vardı bu saat. Ona görə də gündüzdür də. Yəni o buludlu havada da Güneş görsən, günəş vardı. Buludlu havada da gündüzdür və hamımız bilirik ki, günəş hardasa buradadır. Və ildırım çaxır, yağış yağır, günəş tezdən buludların arasından boylanır, bir də hər yeri işıqlanır. Düzdür? Amma ki, bunu eləyən günəşin özüdür. Günəş özü suyu qaldırır, buxarlandırır, sonra qara buludlar şəklində topalandırır və yer kürəsinin bir hissəsində fikir vermisiniz. Bir də baxsan ki, Bakı şəhərinin bu başında yağış yağanda o başında yağış yağmır. Düzdürmü? Demək, yer kürəsinin bir hissəsində onu toplayır və həmən yerə günəşin işıqları düşmür, ora kölgə olur. Ora kölgə olur. Hardakı o qara buludlar durubdur. Düzdürmü? Bax, eyni proses baş verir əbədiyyətdə. Əbədiyyətdə Tanrının illüzor enerjisi bir balaca bir küncdə Tanrının özü yaradır onu. Necə günəş özü buludları yaratdı və buludların durduğu, hardakı buludlar durur, aşağısında olan canlı varlıqların hamısı üçün günəş görünməz oldu. Amma gündüz olduğuna görə həmən yer istənilən halda işıqlıdır hələ. Qara buludlar dursa da tam zülmət olmur ki, qara buludlar olanda. İşıq olur. Sadəcə olaraq bir günəşi görmürük. Amma işıq olur. Günəşin işığı o buludlardan da keçib oranı işıqlandırır. Amma ki, günəşin özü görünməz olur. Bildinizmi? Bunu kim eləyir? Günəş özü eləyir də. Eləcə də Tanrı əbədiyyətin daxilində öz illüzor enerjisinin köməyi ilə, onun illüzor enerjisi balaca bir bu əbədiyyətin balaca bir hissəsini neyinir? Kölgələndirir ora. Kölgə salır. Başqa bir enerjinin var. İllüzor enerjinin missiyasıdır o. Orada bir kölgə yaradır. Amma ora işıq o deməkdir ki, Tanrı orada vardı. Tanrı'nın görünməz eləyir bizə. İllüzor enerji bizə Tanrı'nın görünməz eləyir. Amma Tanrı'nın nuru əbədiyyətin hər yerində olduğu kimi bu illüzor enerjinin qaranlıq yaratdığı yerdə də o Tanrı'nın nuru vardı. Sadəcə olaraq o onların hamısını örtür. İllüzor enerji özünün o illüzor qabiliyyəti ilə örtür. Necə ki, qara buludlar günəşi görünməz eləyirlər bizə. Amma istənilən halda işıq olur orada. Günəş görünməsə də, günəşin işığı o qara buludların altında olur. Biz görürük ki, hələ işıqlıdır da. Baxmayaraq ki, günəş görsənmir. Göydə qara buludlar var, amma işıqdır. Hamı bir-birini görür. Günəş görsənmir. Amma o işıq da, günəş görsənməsə də, o işıq da hansıdır ki, orada var və biz ona görürük bir-birimizi qara buludların altında. O da günəşin işığıdır. Günəş özü görünməsə də işığı orada olur, düzdür? İndi burada, baxın, bu maddi dünyada Allah gözə görünməsə də burada onun nuru vardı. O da nədir? O hər zərrədə var. Necə deyək ki, mən bu dünyanın hər zərrəsində varam. İllüzor enerji burada hökmranlıq eləsə də. Hər atomda var Allah.
Hər bir canlı varlığın qəlbində var. Düzdürmü? Niyə görə? Çünki burada əbədiyyətdir. Burada əbədiyyətdir də. Sadəcə olaraq əbədiyyətin bax bu hissəsində illüzor enerji qara buludlar yaradıb və burada bizi Allahı bizə görünməz edibdir. Günəş görür hər yeri. Günəş bulud örtən yerləri də görür. Ona görə də burada onun işığı var. Burada onun işığı var, o demək ki, günəş buranı görür. Ona görə bura işıqlıdır. Başımız üstə qara bulud olsa da. Qara buludun altı işıqlı olur. O demək ki, günəş oranı görür. Günəşin oraya işığı düşür. Yəni o günəş oranı görür. Amma orada olanlar günəşi görmürlər. Tutdunuzmu? Beləcə də illüzor enerjinin əbədiyyətin daxilində yaratdığı yerdə olanlar Allahı görmürlər. Amma Allah oranı görür. Allah oradadır. Düzdürmü necə? Necə həbsxanada oturanlar azadlığı görmürlər. Amma azadlıqda olan hökumətin başçısı oranı görə bilir. Kimin? Orada işləyən polislərin gözü ilə. Orada onun polisləri var, qanunları var. Eləcə də biz bu maddi dünya deyilən şey bax belə bir yerdir ki, bax bu illüzor enerji burada bu belə bir şəraiti yaradır, illüzyon yaradır. Tanrının təbiətinin əksinə belə bir yer yaradır burada. Müvəqqəti zamanın hökmü altında. Amma bu yerin yaradılmasında Tanrının istəyi yoxdur əslində. Biz deyirik, hər şey onun iradəsi ilə baş verir. Ali iradə odur. Onun iradəsidir. Amma ki, maddi dünya burada bu illüzor enerjinin fəaliyyətinə məruz qalan canlı varlıqların yaşadığı yer bizim burada yaşayanların istəyi iləndir. Allahın istəyi ilə deyil. Yəni necə ki, məsəl üçün, hökumət istəmir ki, həbsxana olsun, vətəndaşları cəzalandırsın, orada otuzdursun, ora xərc çəksin, nə qədər filan qədər pullar töksün ora, həbsxanada oturanlara da. Bunu hökumət istəmir. Bunu ora düşənlər var, onlar istəyirlər. Onlar qanun pozuntusuna yol verməklə, hökumətin qanunlarına tabiçilik göstərməməklə belə bir istək yaradırlar. Onda hökumət də həbsxana düzəldir, göndərir ona ki, siz orada yaşayın. Yəni, hökumətin qanunlarına tabiçilik göstərmirsinizsə, könüllü olaraq, onda sizə elə bir şərait yaratmalıyam ki, siz onlara məcburi əməl eləyəsiniz. Bilirsiniz, görürsünüz, həbsxanaya düşənlərə məcburi orada onları işlədirlər, məcbur eləyirlər. Hər şeyi məcbur elətdirlər də onları, düzdür. Biz də burada görürsünüz, maddi dünyada elə bir şəraitdəyik ki, bizim doğuluşumuz məcburidir. Necə ki, o Quranda belə, Quran izahlarında belə bir şey var, deyir ki, Allah ruhu bədənə göndərəndə ora getmək istəmir, deyir, ora qaranlıqdır. Amma deyir, ona qeybdən səs gəldi, sən ora öz başına girmirsən ki, çıxanda da öz başına çıxarsınız. Görürsünüz, məcburiyyət var. Bizim doğuluşumuzda da məcburiyyət var, baxın. Xəstələnməyimiz də məcburiyyətdir, qocalmağımız məcburiyyətdir, ölümümüz də məcburiyyətlədir. Heç biri bizim könüllülüyümüz orada iştirak eləmir. Sonra biz burada cürbəcür istiraplara da məcburuq dözməyə, xoşbəxtlik axtaranda bədbəxtliyin gəlməyinə də məcburuq dözməyə, sonra başqaları, ətrafdakılar bizə istiraf verəndə də məcburuq onlara dözməyə, təbiət qanunları burada zəlzələlər, vulkanlar, nə bilim, epidemiyalar gələndə də məcburuq onlara dözməyə. Görürsünüz, bütün bunların hamısında burada biz məcburi bizi dözdürürlər. Yəni, onda biz hansı kateqoriyaya? Könüllü surətdə, əbədiyyətdə, könüllü surətdə Tanrının mövcud harmoniya qayda qanunlarına bu və ya digər şəkildə nə eləmişik? Qanun pozuntusuna yol vermişik və məhz onlar belələri əbədiyyətdən həmən bu illüzor enerjinin təsir altında olan maddi dünya yerə gəlirik. Biz onlarıq. Ona görə deyirik ki, hər mühazirədə mən tək edirəm ki, bu maddi dünya əbədiyyətin həbsxanasıdır. Bunu yaddan çıxartmaq lazımdır. Bura əbədiyyətin həbsxanasıdır və burada ruslar demişkən, narushitellər gəlirlər. Narushitellər, qanun pozğunluğuna yol verənlər. Hansı haran? Əbədiyyətin qanunları. Bu, biraz məxfi mövzudur. Bu məsələdə dərinə getmək ki, yəni necə? Bu necə baş verir? Bu ayrıca bir mövzudur. Bu elə bir ki, biraz bu və ya digər məsələlərdə qabağa gedənlər üçün açıqlana bilər. Amma ümumi olaraq bunu belə qəbul eləməliyik ki, maddi dünya əbədiyyətin həbsxanasıdır. Və bura gəlirlər, narushitellər. Əbədiyyətdə narushitellər eləyənlər göndərilirlər bura. Onlar burada
o özlərinin dərslərini alırlar. Bütün o o həmən o itirdikləri mövqeyi bərpa edənə qədər burada reinkarnasiyadan keçirlər. Yəni burada reinkarnasiyanın sayı, hər bir canlı varlığın neçə dəfə burada doğulmağı bu Tanrının şeyi deyil, təyini deyil, təyin eləmirlər işin bunu. Bunun ancaq burada yaşayan həmən canlı varlıq özünün məhdud müstəqilliyindən necə istifadə eləməyi müəyyənləşdirir. Məhdud müstəqilliyindən necə istifadə edəcək? Bu onun öz ixtiyarına buraxılıbdır. Hər bir canlı varlığın. Tanrı müəyyənləşdirmir ki, sən burada neçə dəfə doğulub ölməlisən. Yəni hər bir canlı varlığın reinkarnasiyasının sayı onun özündən asılıdır. Allahdan asılı deyil. Çünki bu belə olmasaydı, müstəqillik sözün mənası olmazdı. Bu belə olmasaydı, bura gələn dönə-dönə yüzlərlə, minlərlə müqəddəslərin, peyğəmbərlərin bu qədər gəlməyin mənası olmazdı. Bunların bu qədər gəlməyin elə arxasında duran budur ki, bu bizim reinkarnasiya keçməyimizin sayı bizim özümüzdən asılıdır. Ona görə də illüzor enerji bura gələn canlı varlıqlara əbədiyyətdən kimlər ki bura gəlir, həbsxanaya. İllüzor enerji şərt qoyur bizə. Əbədiyyətdən bura gəlməyimizin və Tanrının burada özünü gizlətməyinin, Tanrı özünü burada gizlədir. Özünü illüzor enerji kimi təqdim edir. Yəni, illüzor enerji Tanrının enerjisidir. Bhagavad Gita'da Tanrı deyir ki, Daivi heşe gunamayı mamamaya duratiyaya. Deyir, 3 gunadan təşkil olunmuş mənim illüzor enerjimi heç kim dəf eləyə bilməz. Ancaq o şəxsiyyətlərdən başqa hansı ki özünü mənə təslim eləyiblər. Ona görə təslimiyyət var ya İslam dinin. İslamı da görsən Məhəmməd Peyğəmbər eşq olsun onun bariyadına deyir ki, İslam təslim olmaq deməkdir. Təslim olmaq nə deməkdir? Tanrıya Bhagavad Gita'da deyir ki, mənə təslim olanlardan başqa bütün hamı mənim illüzor enerjimin təsir altındadırlar. Hamısı. Ancaq onun təsir altından çıxa bilərlər. Ancaq o kimlər ki mənə təslim olurlar. Vəssalam. Konkret. Üçüncü variant yoxdur burada. Sən Tanrıya təslimsən ya illüzor enerjiyə. Tanrıya təslim deyilsənsə sən illüzor enerjinin nökərisən, xidmətçisisən, qulusan. Ona təslimsən. Ona görə Tanrı özünü burada gizlədir bu maddi dünyada. Necə ki günəş gizlənib yoxdur. Amma günəşin işığı hələ var burada. Baxmayaraq ki qara buludlar var göydə, amma günəşin işığı var da. İşıq qara buludlar ola mövcud olan işıq nəyin işığıdır? Günəşin işığıdır. Baxmayaraq ki özü görsənmir. Eləcə də burada olan hər bir enerji, nədən ki canlı varlıqlar istifadə edirlər, enerji deyirlər. Bu hamısı Tanrıdır da. Tanrının enerjisi də kimindir ki? Alimlərin enerjisi deyil ki. Hər şey burada. Günəşin işığı, Allahın ayın, günəşin, bütün işıq mənbələrin hamısı, bütün enerji mənbələri hamısı Tanrıdır son nəticədə. Son nəticədə. Baxmayaraq ki özü görsənmir, özü yoxdur. Ortalıqda yoxdur, heç kim onu görmür. Baxmayaraq hər zərrədə mövcuddur. Amma onu heç kim görmür. Bu maddi dünyada bu Tanrının qüdrətidir ki, o özünü gözə görünməz eləyib, amma gözə görünən özünü illüzor enerji şəkildə qoyub ortalığa. İllüzor enerji də Tanrının enerjisi də bu Tanrıdır da. Yəni Tanrının enerjisindən əslində mütləq mənada Tanrının enerjisindən özünün arasında heç bir fərq yoxdur. Başa düşdünüzmü? Tanrının enerjisindən özünün arasında fərq ola bilər? Yox. Necə fərq ola bilər ki? Bunun öz enerjisi demək budur da, bunun bir hissəsidir də bu. Ona görə də o özünü illüzor enerji kimi ortalığa qoyub burada təqdim eləyir. İllüzor enerji gözə görünəndir. Biz hər şeyi görürük. Maddiyyatın hər şeyini görürük. Maddiyyatın hamısı illüzor enerjidir. Amma özünü gizlədibdir. Bunun arxasında nə durur? Bunun arxasında odur ki, bura gələnlər tanrısız yaşamaq istəyənlərdir. Yəni ki, Tanrını bizim Azərbaycanda belə bir söz var. Bir kimsənin bir kimsə ilə münasibəti pozulanda, baxın hələ, diqqətlə qulaq asın. Bir kimsənin bir kimsə ilə münasibəti pozulanda, məsəl üçün ata ilə oğlun arasında şey düşür də, nifaq düşür. Ata ilə oğlun arasında bir anlaşılmazlıq düşür. Çox belə kobud şəkildə gəlib çıxır və o dərəcə ki, övlad küsüb çıxıb gedir evdən. Övlad evdən küsüb çıxır gedir, atasından küsür çıxır gedir. Belə şeylər azdır, həyat doludur belə şeylər.
övlad atasından küsür, çıxır gedir evdən. Və bu onların arasındakı münasibətləri rus demişkən atminit eləmir. Yəni bu şey eləmir. Kəsilmir onların arasında. Onların arasında nə qədər qırğın qiyamət düşsə də belə bu ata oğlundan imtina eləyə bilməz, oğul da atadan imtina eləyə bilmir. Çünki bunların münasibətləri doğuluşdan qoyulubdur. Bunu dəyişə, oğul gedib pasportunda adını dəyişə bilər, atasının da adını dəyişə bilər, vətəndaş hər şeyini dəyişə bilər də, hər şeyini. Amma bu demək deyil ki, bu həmən kişinin oğlu deyil. Bu həmən kişinin oğludur zəravna. Başa düşdünüz? Nə qədər özünü dəyişsin, onun filan kişinin oğlu olması prinsipi, qanununu dəyişə bilməz. Bu onun oğludur və salam, qutardı getdi. Bax, eynilə də biz Tanrıdan nə qədər ayrılıq ayırsaq, ondan tam mənada ayrılmaq qeyri-mümkündür. Buna görə Vedalarda deyir, Tanrı deyir ki, maddi dünyada yaşayan canlı varlıqlar mənim ayrılmaz hissəciklərimdir. Sadəcə olaraq onlar hamısı üz döndərib çıxıb gediblər. Bax, bizdə belə ata ilə oğlun arasında belə bir şey düşəndə, qarşı durma, problem yaranır da. Adətən bu həmişə övladın üzbatından olur. Adətən. Normal söhbət deyilir də biz. Deməli, belə olanda bu aralarında münasibətlərində problem çəkən adamların dilindən belə söz çıxır ki, deyir ki, mən deyirək ki, onu görməyə gözüm yoxdur hələ onu. Filankəsi mənim görməyə gözüm yoxdur. Biz bunu necə işlədirik bu sözü? Yəni mən ona belə də nifrət eləmək kimi işlədirik bu sözü. Nifrət eləyirəm də ona. Mənim filankəsi görməyə gözüm yoxdur. Bizdə belə bir söz var. Mənim filankəsi görməyə gözüm yoxdur da onu. Deyilişə baxın, sözün deyilişinə baxın. Mənim filankəsi görməyə gözüm yoxdur. Yəni mən ona nifrət eləyirəm. Mesela oğlu uzun müddət deyə bilər ki, atasını mənim onu görməyə gözüm yoxdur. Bunun arxasında hansı duyğu durur? Nifrət duyğusu. Mən ona yəni nifrət edirəm. Yəni mənim filankəsə nifrət eləməyi bu cürdə ifadə bilirik biz. Filankəsi görməyə gözüm yoxdur. Yəni mənim ondan problemim var. Mənim ondan başqa cür deyəcək belə deyirik, zəhləm gedir. Deyirsən filankəsindən zəhləm gedir, sonra əlavə edir. Görməyə gözüm yoxdur. Tutdunuz bax. Bax, burada yaşayan canlı varlıqların Tanrıya qarşı münasibəti bu cürdür. Onların hamısının zəhləsi gedir Tanrıdan, onların Allahı görməyə gözü yoxdur. Bu, görməyə gözü yoxdur, həmi arada olan problemlərə görədir, o zəhlə getməyə görədir. Bir də, amma günəş gördüyü kimi bulutların altında olanları, bulutların altında oturanlar günəşi görə bilmirlər. Eləcə də Tanrı bizi həmişə görür, baxmayaraq ki, bizim onu görməyə gözümüz yoxdur. Zəhləmiz gedir ondan. Amma o bizi 24 saat sutkada daim əbədi görür. Nə ilə? Özünü çox rəhimli, mərhəmətli və sevgi dolu baxışlarıyla. Bizim ona münasibətimizdən asılı olmayaraq. Amma biz deyirik ki, mənim onu görməyə gözüm yoxdur. Sözün deyilişi iki cür izah olunur. Biri o deməkdir ki, mənim onu zəhləm gedir, mən ona nifrət edirəm və mənim onun aramda problem var. İkincisi isə fiziki nöqteyi nəzərdən, sırf fiziki nöqteyi nəzərdən bizim gözlərimizin gücü çatmır onu görməyə. Bu göz üzvümüz var, göz deyilən orqan, gözümüzdə. Bunun prosto bu o qədər məhduddur ki, illüzor enerji tərəfindən məhdudlandı bu görmək qabiliyyəti. Baxın, öz qulağımızı görə bilmirik biz. Biz öz qulağımızı görmək üçün gərək güzgüyə baxaq. Biz öz qaşımızı, kipriyimizi görə bilmirik. Boynumuzun dalını görə bilmirik. Kürəyimizi görə bilmirik ki, yox. Özümüz yəni bizim görmə qabiliyyətimiz nədir ki, divarın o tərəfini görə bilmirsən. Qabanda divar varsa səsi gəlir amma oradan kimisən. Amma sən onu görə bilmirsən. Demək gör bizim görmə qabiliyyətimiz nə qədər məhduddur, cılızdır. Tamamilə məhdud bir dənə görmə qabiliyyətimiz var. Yəni ona görə də bu söz iki mənada işlənir. Həm fiziki nöqteyi nəzərdən bizim gözümüzün qabiliyyəti yoxdur ki, biz görə bilək Allahı. Həm də məcazi mənada bizim onu görməyə gözümüz yoxdur. Yəni bizim ondan problemimiz var, zəhləmiz gedir ondan. Bildiniz nətər? Allahdan burada yaşayanların zəhləsi gedir, onu görməyə gözləri yoxdur. Nifrət eləyirlər hətta. Ona görə də gözə görünmür. Bunu Tanrı necə yaradıb? İllüzor enerji ilə. İllüzor enerjini qoyub, özünü gizlədib, illüzor enerjini qoyub burada öz yerinə.
İllüzor enerji Tanrının burada nedir? Əvəzinə burada fəaliyyət göstərir. İllüzor enerji deyir ki, gəl, Allah istəmirsən, hə, yaxşı, okey. Böyle bir İngilis dilində bir kainatda bir dənə okey əks sada verir. Allahı görmək istəmirsən, okey, gəl bura, indi sən mənlə iş görəsən. Mən varam. Bildiniz nətər? O İmam Cəfər Sadiq eşq olsun ona. İmam Cəfər Sadiqin böyle bir dənə şeyini oxumuşam mən. Mötəbər mənbədən. İmam Cəfər Sadiq, baxın o Veda biliyindən bizim danışdığımız Bhagavad Gita'dan Veda biliyindən verilən məsələlərdən İmam Cəfər Sadiq kimi şəxsiyyət çox belə necə lazımdır, bilikli bir şəxsiyyətdir. Çünki onun yazdıqlarından bu duyulur. Necə yazırsa görürsən ki, duyulur ki, bu şəxsiyyət Veda biliyindən tamamilə xəbərdar şəxsiyyətdir. Onun belə bir dənə sözü var, kəlamı var. Deyir ki, bir dəfə, deyir Allah maddiyatı bir dəfə yanına çağırır. Baxın hələ, bu bilir ki, maddi enerji şəxsiyyətdir. Tanrı yaradıb onu. Maddi enerji həmən illüzor enerjidir. Bildiniz? İllüzor enerji, maddi enerji eyni şeydir. Maddi enerji, maddiyat, illüzor enerjinin fəaliyyətidir. Bildiniz nətəri? İllüzor enerji şəxsiyyətdir. Tanrı yaradıb onu. Tanrıya xidmət edir. O Tanrının enerjisidir. Yaradıb deyəndə əbədi olaraq o Tanrının enerjisidir. Və maddiyyat isə onun fəaliyyətidir, fəaliyyət sahəsidir. Maddiyyat deyilən şey onun burada həyata keçirdiyi fəaliyyətdə istifadə elədiyi şeydir, bildiniz nətər? Maddiyyat. Və İmam Cəfər Sadiq deyir ki, deyir Allah bir dəfə maddiyyatı yanına çağırdı, illüzor enerjini. Və ona dedi, kimlər mənə xidmət edirlər? Yəni mənə təslim olublar, görürsünüzmü? Kimlər mənə təslim olub? Kimlər mənə xidmət edirlər, sən onlara xidmət elə. Amma kimlər sənə xidmət edirlər, onlara burada iş ver başların qarşısında. İşləsinlər burada. Görürsünüz nə qədər gözəl fikirdir, çox gözəl fikirdir. Yəni ki, burada illüzor enerji, maddi enerji, Tanrı onu qoyub burada hökmranlıq edir. Tanrının nəzarəti altındadır. O da bunun Tanrıya xidmətidir. Bunun Allaha xidmətidir. Bildiniz nətər? İllüzor enerjidə nə edir? Bizim Tanrı ilə problemimiz olduğuna görə bura gəlmişik. Narushitellər, əbədiyyətin qanun pozduları. Əsas ideya da nəyin başındadır ki, bizə Allah lazım deyil. Biz Allahsız xoşbəxt olmaq istəyir. Baxın, görün, burada yaşayanların 99,99% əmindirlər ki, Allah var. Hətta Allah'a inansalar da belə deyir. Hətta Allah var da, niyə? Allah özünə, biz də özümüzə. Hamı gecə-gündüz həyatında Allahın iştirakı olmadan, gecə-gündüz çabalayır, özünü orada közə vurmaqla ki, o burada özünə rahatlıq, komfort, məmnunluq və xoşbəxtlik düzüb qoşacaqdır. Bildiniz nətər? Buna da deyirlər illüziya. Bax, illüzor enerjinin şöhrəti, qüdrətindən bir də budur ki, bu insana bunu necə yeridə bilibdir. Biz ondan üz döndərdiyimizə görə, onu görmək istəmirik yəni. İllüzor enerji ilə bir dənə şərait yaradır. Tanrı baxmayaraq ki, hər atomda, hər zərrədə vardır, amma o eləyib ki, o görsənmir. Yoxdur. Allah yoxdur. Okey. Burada yaşayanlara illüzor enerji deyir, okey, Allah yoxdur. Mən varam. Gəl bura. Atasından üz döndərən problem olan geyir anasını tutur. Anası deyir, gəl bura, yaxşı, geyir anasının arxasında gizlənir. Atasından qorxur, atası qəzəbləndə. Geyir anasının arxasında gizlənir, başlayır anası bundan. Məsələn, evdəki problem, bunun problemlərini həll eləmə. Anam biraz ürəyi yumuşaq taxın. İllüzor enerji də qadın cismindədir əslində. İllüzor enerji şəxsiyyət kimin şəxsiyyətdir. O qadın cismindədir, qadın şeyindədir, formasındadır. İllüzor enerji qadındır. Ona görə bu dünyanın qadınlar idarə edirlər. Ona görə burada qadınların təsir altına düşənlər çıxa bilmirlər onun təsir altında. Çünki illüzor enerjinin özü qadındır. Və deyilir ki, o həmişə Tanrının arxasında gizlənir. Çünki o elə bir fəaliyyət həyata keçirdi ki, onun deyir, o Rusca belə bir söz var. Neblagodarni zanyati da, neblagodarni yəni ki, belə biz ona dəyər verə bilmirik də. O Allahın əksinə işlər görməlidir burada. Allahın təbiətinin əksinə iş aparmalıdır burada. Biz nə tərə bu öz elə bir ki, öz sahibkarının, öz xazeyinin, öz ağasının əksinə gedir. Bu bunun işidir, baxın hələ. Ona görə Tanrının daim arxasında gizlənir. Deməli, illüzor enerji
Allahı istəməyib, Allahdan üz döndərib, Allahsız olaraq burada öz xoşbəxtliklərini qurmaq istəyən canlara deyir ki, okey, gəl bura. Və o bura gələn ruhi canlara, onlara şərt qoyur əvvəldən. Deyir ki, mən sənə o vaxt bu illüzor mənim enerjimdən istifadə eləməyə imkanı verəcəm. Haçan ki, sən özünü unudasan, bax, mən öz enerjimi, özümü sənə verən kimi istifadə eləməyə. Sən özünü unudasan, həmən dəqiqə. Şərt budur, başa düşdünüz. Ona görə Bhagavad Gita'da bu maddi dünyada yaşayan canlı varlıqlara deyirlər şərtləndirilmiş canlar və yaxud məhdudlandırılmış canlar. Bildiniz? Nə ilə? İllüzor enerjinin şərti ilə. İllüzor enerjinin birinci şərti nədir? Sən özünü unudasan. Vəssalam. Özünü unudasan. Ona görə də baxın burada bütün maddi bədənlərdə olan bütün canlı varlıqların hamısı insanlardır. Heç kim özü haqqında heç nə bilmir. Hamı özün unudan kimi sən özü hansı enerjini almısansa onunla özü eyniləşdirirsən. Mən əskəri xidmətə gedəndə əskər paltarını geyindim. Bir ay keçəndən sonra bir ay, 2 ay. Mən elə bildim ki, elə anamın qarnından soldat paltarında çıxmışam. Bəlkə də əksəriyyətinə bu tanış gəlir. Adam orada biraz yaşayandan sonra adama elə gəlir ki, heç elə sən elə əskərlikdə sapokda doğulmusan, başa düşdünsən. Heç sənin heç qrajdansk həyatın olmuyordu, mülki həyatın. Bildiniz nədərim? Çünki biz harada yaşayırıqsa ora neyirik də, ora öyrənirik də ora. Bildiniz nədərim? Ora vərdiş eləyirik həmən yerə, yapışırıq ora. Vedalarda əhvalat var ki, hətta cənnət planetləri şahı bir dəfə onu bir dəfə lənətləyirlər, gəlir burada donuz bədənində doğulur, donuz bədənində. Bildiniz nədər? Cənnət planetlərinin şahı, Vedalarda bir əhvalat var. Cənnət planetlərinin şahını lənətləyirlər, gəlir burada donuz bədənində doğulur. Donuz formasında. Və balalayır özdə donuz, dişi donuz olur, balalar zadları. Və Həzrət Brahma kainatı idarə edən mələkdir. Həzrət Brahma gəlir buna başlayır bununla danışmağa donuz bədənində ki, gəl çıx gedək, sən bura sənlik deyir, sən cənnət planetlərinin şahısan, bəsdir daha, qutardı sənə lənəti var. Bu deyir, sən nə danışırsan, mən burada balalarım var, donuzda axı balalarım var, mən burada, mən bunlara bu saat baxıram. Hara, nə cənnət planeti, sən nə danışırsan? Getmək istəmir, getmir. Sonra qayıdır, çıxır, gedir Həzrət Brahma. Bu birazdan bu hakim ki bunu saxlayırdı, birdən başlayır gündə bir dənə bunun balasının başını kəsməyə. Gündə bir dənə bunun balasını kəsəndə bu şoka düşür, şok keçirdir. Bədənini tərk edir, donuz bədəndən çıxır, qayıdır gedir cənnət planetlərinə. Yəni bunun lənətin vaxtı qutarır da. İndi yəni demək istəyirəm ki, baxırsınız nətəridir? Burada illüzor enerjinin qüdrəti nətəridir ki, cənnət planetlərin şahı donuz bədənindən çıxmaq istəmirdi. Hətta kainatı yaradan mələk gəlib buna xahiş eləyəndə belə. Ona görə də biz burada özümüzü bədənlə eyniləşdiririk. Bu bədən mənəm. Amma baxırsınız, fikir verdiniz, zamanın təsiri altında bu bədən gündə hər gün qocalır. Bu bədən hər gün ölür, hər gün. Bizim bədənimiz hər gün ölür. Mikroskop altında baxsaq görəcək ki, bizim bədənimizdə daim axın prosesi var. Axır nəsə. Bu başdan o başa axır, o başdan baxışı. Axır siliz rusca deyilir ona. Bəlğəm. Axır, hava axını var, maye axını var, qan axını var bu bədən içində. Axır, axmaq kimi ki, axıb gedir. Zamanın təsiri altında bu axıb gedir bu bədən. Müvəqqətidir. İllüziya bu deməkdir. İllüzor enerji, illüziya deməkdir ki, o Allahın enerjisi kimi reallıqdır. Çünki maddiyyat da Allahın enerjisidir. Amma müvəqqəti olduğuna görə illüziyadır. İllüzor enerjinin illüziyalı ondadır ki, bir şeyi bizə müvəqqəti ver. Müvəqqətiliyin arxasında duran müdrüslüyü o deməkdir ki, mudrüst. O deməkdir ki, yəni bu sən deyilsən, bu sənə müvəqqəti verilir konkret bir məqsəd üçün, sən o məqsədi aydınlaşdırmalısan. Bunun üçün də Peyğəmbərlər gəlir. Peyğəmbərlər gəlir insanı aydınlaşdırmağa ki, sən bu dünyaya gəlişin məqsədi budur. Bu maddiyyat sən deyilsən, bu maddiyyat sən deyil, Allahın illüzor enerjisidir. Sən bundan istifadə eləməlisən, təzdəndən Allahı yada salmağa. Allahı yada salmağa. Sən təzdəndən Allahı yada salmaq üçün istifadə eləməlisən ən ali mənada bu maddi illüzor enerjidən. Allahı yada salmaq üçün istifadə eləsən, sən bir də buradan çıxıb gedəsən, qayıdasan Allah, qayıdasan nə deyir? Quranda deyir, sonunda dərgahımda yazılmış. Bir də qayıdıb gedəsən əbədiyyətə. Burada bu doğulub ölmə qutaracaq reinkarnasiya, doğulursan, ölürsən, doğulursan, ölürsən. Bu böyük bir istirapdır, zülmdür, əzabdır. Təzdəndən ananın bətninə girmək, 9 ay orada qalmaq, sonra çıxmaq, sonra bir də təzdəndən girmək, 9 ay orada qalmaq, sonra bir də çıxmaq, təzdən oraya girmək, 9 ay orada qalmaq, bir də çıxmaq. Bu böyük bir zülmdür, istirapdır.
sonra böyümək, qocalmaq, xəstəliklərə getmək. Bunlar hamısını biz burada yaşayan cahil canlı varlıqlar hələ bunlara böyük bir mənalar da verirlər, don da geyindirirlər. Milli mənsubiyyətlərdə dolaşırlar, dini mənsubiyyətlərdə dolaşırlar, cinsi mənsubiyyətdə dolaşırlar, sosial mənsubiyyətdə dolaşırlar, coğrafi mənsubiyyətlərdə dolaşıb qalırlar. Mən varlıyam, mən kasıbam, mən gözələm, mən çirkinəm, mən filan millətdənəm, mən filan dinlənəm. Bunların hamısı illüzor enerjinin fəaliyyətidir. Ona görə də birinci şərti nə oldu? Sən özünü unudasan. Özümüzü unuduruq, bizə fiziki bədən verir. Vəssalam. Özünü unudandan sonra indi bu illüzor enerjinin necə ki həbsxanada olan polisin hökumət nümayəndəsidir o. Polis həbsxanada olan hökumət nümayəndəsidir. Və orada yaşayan vətəndaşlar Azərbaycanın azadlıqda vətəndaşlarıdır. Amma prezident həmən polisin qabağına tapşırıq qoyub ki, sənin işin mən bu vətəndaşlarımı buradan qaçmağa, çölə çıxmağa icazə vermə, imkan verməməkdir. Bu sənin işindir, sənin xidmətindir. Ki, imkan verməyəsən bunlar buradan çıxsınlar. Okay. Ona görə həbsxananın qıraqlarına böyük hündür hasarlar çəkilir, yuxarısında tikanlı məftillər qoyulur. Eləcə də bura həbsxanadır, Tanrının həbsxanasıdır, bura əbədiyyətin həbsxanasıdır və buranın başında durub həmən o qadın, illüzor enerji qadın formasındadır. İllüzor enerjinin durubdur. O birinci şərt qoydu ki, siz özünü unudassan, bəli, özünü unuttun. Bundan sonra da onun işi olur ki, biz özümüzü dərk eləmək üçün, özümüzü yada salmaq üçün, özümüzü cisimdən fərqli olduğumuz istiqamətdə səylərimiz üçün olanların hamısına maniyələr yaratmalıdır. Çünki bu bunun işidir. Demək, bunun işi nədir? Bu illüzor enerjidir, burada həbsxanadır. Burada yaşayan canlı varlıqları burada saxlamaq bunun işidir. Buradan azad eləmək onun işi deyil, burada saxlamaq onun işidir. Tutdunuz nə demək istəyirəm? Həbsxanada işləyən polisin işi o həbsxanadakiləri həbsxanadan çölə buraxmaq deyil, onları orada saxlamaqdır. O bizi həbsxanadan çölə buraxan başqa bir şey qanunda olur. Eləcə də bu illüzor enerjinin işi, fəaliyyəti, Allaha xidməti, burada gələnləri hər vəclə burada saxlamaqdır. Onlara imkan vermək ki, onlar buradan öz başına harasa qaçsınlar, çıxsınlar. Bildiniz? Hər vəznə. Deməli, bu özünün bütün imkan və variantlarından istifadə eləyəcək ki, biz burada qalanları burada saxlasın. Onlara imkan verməsən ki, onlar buradan öz başına nəsə bir şey fikirləşib buradan çıxsınlar. Buna imkan yoxdur, variant yoxdur. Bildiniz nətər? Və bura müvəqqəti olduğuna görə, zaman adlı enerji burada olduğuna görə və bura bizim üçün süni yer olduğuna görə, bura bizim dünyamız deyil. Həbsxana axı vətəndaşın daim oturası yeri deyil, razısınız məndən. Həbsxana müvəqqəti yerdə, yəni nə vaxta qədər? İnsan öz səhvini başa düşənə qədər, insan nətər deyirlər, biz qanacağa mərfətə gələnə qədər də belə deyək, kobud dildə. Ki, orada oturur, ondan sonra onu buraxırlar da, düşünür. Yəni, bu ən böyük problem insanda nə olur? İnsan məsuliyyət daşımadan, düşünmədən iş görəndə sonu gəlib düşür həbsxanaya. Başı qarışıq olur bu dünyanın şeylərindən də. Maşını var, evi var, pulu var, biznesi var, firması var. Bunun başı o qədər qarışıqdır ki, bunun düşünməyə vaxtı yoxdur ki, aya mən nə qayırıram, mən nə oyun çıxardıram. Görəsən mən elədiklərim bu hökumətin qanunlarına, Allahın qanununa uyğun gedir. Buna vaxtı yoxdur, başa düşdünüz. Özünün həyatına ki, mən kiməm, niyə görə xəstələnirəm, qocanırım, ölürəm, istəmirəm. Bunun vaxtı yoxdur. Bax, gedin, indiki milyarderlər var, milyarderlər. Oturdun qabağınızda danışın. Görəsiniz, onların vaxtı yoxdur buna. Onların vaxtı yoxdur Quran oxumağa, namaz qılmağa, məscidə getməyə, fikirləşməyə ki, görəsən mən niyə qocalıram, axı mən istəmirəm. Görəsən mən niyə xəstələnirəm, axı mən istəmirəm. Görəsən mən niyə ölürəm, axı mən istəmirəm. Bir dənə milyarderin qabağında gəlib otursanız, bu sualları o adamın verməyə vaxtı yoxdur, həvəsi də yoxdur. Adam onun anda bunlar danışanda belə, mən onunla danışmışam, bildiniz nədər? Adama belə əlin yerlir ki, bu söhbətləri mənə eləyirsən, mənə darıxdırıcıdır. Çünki bu adam bu dünyada bu illüzor enerjidən toplayıbdır kalan. İllüzor enerjinin belə dizinin üstündə oturub, qucağındadır bu, başa üstünü. Sən isti ləzzət alır orada. Onun bu şeylərlə marağı yoxdur bu şeylərə, bildiniz nətərim? Eləcə də biz burada həbsxanada bizə illüzor enerji bütün hər variantları ilə istifadə edəcək ki, biz özümüzü düşünmək barədə,
İmkandan bizi məhrum eləyir. Bildiniz? Ki biz özümüzü düşünməyək, ruhaniyyəti fikirləşməyək, Allahı fikirləşməyək. Bildiniz nətər? Allah yoxdur axı. Bu iddia ilə bura gəlmişik biz, bildiniz? Bu illüzor enerji missiyasıdır. Ki Allahsızlığın bütün variantlarını bizə təqdim eləsin. Allahsızlığın. Allah yoxdur. Mən varam burada. Gəlin. Gəlin. Şey eləyəcəm. Mən sizə şərait yaradım burada. Həzz alasınız, ağalıq eləyəsiniz, Allahlıq eləyəsiniz də. Başa düşdünüz? Yəni Allah özünü gizlədir, illüzor enerji şəklində ortalığa qoyur və burada yaşayan özünün bu bizim kimi canlı varlıqlarına imkan verir ki, özləri Allahlıq eləsinlər. Gəlin. Mən yoxam. Siz Allahsız. Gəlin. Allahsız elə. Allahlıq eləyin burada. Bildiniz nətər? Biz burada nətər Allahlıq eləyirik? 3 dənə şeylə. 3 şey Allaha aiddir. Onu özümüzə şamil eləyirik. Birinci nədir? Hər şeyin ağası Allahdır. Bhagavad Gita'da deyir ki, Krishna deyir, 3 dənə şeyi insan başa düşsə bu dünyadan azad olacaqdır. Bu dünyada həm rahatlıq, həm amanlıq tapacaq və bir də azad olacaq. 3 şey. Birinci, hər şeyin ağası Allahdır. Hər şey ona məxsusdur. Hər şey ona məxsusdur bu dünyada. Düzdür? Razısınız? Cənnət, cəhənnəm, hamısı ona məxsusdur. Bizim bədənimiz ona məxsusdur. İkincisi, hər şeydən həzz alan odur. Ali həzz alan odur. Biz həzz alan deyilik, həzz alan odur. Bizim burada nədənsə həzz almaq deməyimiz bu illüzor enerjinin böyük bir dənə nə idi, şeydir, fəaliyyətidir. Haçan ki, insan burada fikirləşir ki, mən filan şeydən həzz alıram. Ya yeməkdən həzz alıram, ya seksdən həzz alıram, ya yatmaqdan həzz alıram, ya gəlib havaya dalanda istirahət eləməkdən həzz alıram. Nədənsə də həzz alıram demək var. Mən həzz alıram. Başa düşdünüz? Bu illüzor enerji deməkdir. Və salam, sən illüzor enerjinin nəysən? Çubuğun altındasan, qamçısının altındasın. Və salam. Çünki həzz alan Allahdır. Biz deyilik. Ona görə də bizim ulu ata-babalarımızdan, möminlərimizdən, peyğəmbərlərdən, imamlardan belə bir söz gəlir Azərbaycanda. Deyir, ay bala, elə Allaha xoş getsin. Allah səndən razı olsun. Bu söz var. Bu nə deməkdir? Bu demək ki, yəni insan elə hərəkət eləməlidir ki, Allah həzz almalıdır. Elə Allaha xoş getsin. O deməkdir ki, həzz alan odur. Sən deyirsən, Allaha xoş getməyən, Allahın həzz almadığı insanın istənilən fəaliyyəti ona heç vaxt uğur gətirmir. Heç vaxt. Bu, Bhaktivedanta Swami Prabhupada deyir ki, bu dünyada uğurun, müvəffəqiyyətin düsturu belədir. Allaha xoş gedirmi? Allah razıdırmı? Bax, bu iki söz bu dünyada həqiqi müvəffəqiyyətin, uğurun düsturudur. Vəssalam. Ona görə də Allaha xoş gedib getmədiyini nəzərə almadan fəaliyyət göstərən insanların hamısı burada peşmançılıqla qutarırlar. Məyusluqla, peşmançılıqla. İstənilən sahənin adamı. Əgər onun həyatında bu cümlə yoxdursa, görəsən Allaha xoş gedir. Allah razıdırmı mənim elədiyimdən, yaratdığımdan, qurduğumdan, giyindiyimdən, fəaliyyət və s. Bu yoxdursa, vəssalam. Möhür. Sən heç vaxt məmnun olan deyilsən, xoşbəxt olan deyilsən bu dünyadan. Uğur qazanan deyilsən, müvəffəqiyyət qazanan deyilsən. Ona görə də illüzor enerji hər vəclə çalışır ki, burada oturanı imkan verməsin ki, o özünü dərk eləsin, sonra Allahı dərk eləsin. Ona görə insan başlayanda, çünki axı biz üsyan eləyib gəlmişik Allaha qarşı. Başa düşürsünüz, biz Allaha qarşı üsyançarlıq eləyib gəlmişik bura. Düzdürmü? Ona görə bizim təzədəndən Allah bizdən heç vaxt döndərməyib. Bu saatda döndər. Heç vaxt, heç bir vəclə onun məhəbbəti dayanmır. Allahın məhəbbəti insanın məhəbbəti kimi deyil ki. Möminlərdən biri deyir ki, Tanrı mənə deyir ki, necə deyib özü bilir. Mənim sənə sevgim əbədidir. Sənin nə ilə məşğul olub, hansı nəticə əldə eləməyindən asılı olmayaraq. Sən bunu qəbul eləməyə hazırsan. Bax, Allah belə bir sual verib möminlərdən birinə. Deyir ki, mənim sənə sevgim əbədidir. Sən nə ilə məşğul olub, nə nəticə əldə eləməyindən asılı olmayaraq. Sən bunu qəbul eləməyə hazırsan. Gördünüz sualı. Yəni, Tanrının sevgisi yaratdıqlarına həmişə var. Cəhənnəmdə olanlara da Allahın sevgisi var. İndi bizim ona münasibətimiz, bizim olan sevgimiz itibdir. Üstün illüzor enerji ötüb onun. Bildiniz mi? Bizim ona olan sevgimizin. Onun bizə olan yox. Onun bizə olan əbədidir. Çünki o adi deyil. O Allah hali şəxsdir. O mütləq şəxsiyyətdir. O heç nəyin təsiri altında düşmür ki, bugün sevir, sabah sevmir. Belə deyil axı. Allah belə ola bilməz ki, bugün sevir, sabah sevmir. Və yaxud bunları sevirəm, bunları sevmirəm. Bu onda nə Allah oldu o?
Allah yarattıkların hamısını sevir. Özü də əbədi olaraq. Amma bizim ona sevgimiz itibdir. Üstünü itməyib, vardır, ürəkdədir, hamının qəlbindədir, hamının təbiətində o əbədi var. Bizdə də bizim sevgimiz Allaha olan sevgimiz əbədidir. Sadəcə olaraq onun üstünü illüzor enerji örtür. İmkan vermir. Biz özümüzü tanımadığımız kimi bizim olan münasibətimizi də biz itiririk. Həm biz özümüzü unuttuğumuza görə bizim Allaha qarşı olan münasibətimizi də unuduruq, başa düşdünüz? Ona görə də biz üsyankar olduğumuza görə indi bizdən tələb olunur ki, təzədəndən güc eləyək, bu istiqamətdə güc eləyək, səy göstərək, cəhdlər eləyək ki, təzədəndən bir də Allaha olan münasibətimizi bərpa eləyək. Bax, buna görə də Allah bura peyğəmbərləri göndərir, imamları göndərir, müqəddəsləri, möminləri və özü də gəlir bura. Özü də şəxsən bura nazil olur. Amma indiki dövrdə yox. Bundan qabaqki dövrlərdə o gəlir. Getdikcə yer kürəsində günahlı işlərin, fəaliyyətlərin sayı artanda Tanrı özü bura nazil olmur. Mələklər də gəlmirlər. Ancaq nümayəndələrin göndərir. Bax, peyğəmbərlər ona görə gəlmirlər bura. Peyğəmbərlər o vaxt başlayırlar gəlməyə ki, haçan Tanrı özü gəlmir. Amma peyğəmbərlərə qədər Tanrı özü gəlirdi. Peyğəmbərləri göndərməyə başlayır o vaxt ki, haçan ki yer kürəsində günahlı işlərin, günahlı insanların, ziyanverici canlı varlıqların sayı artanda Tanrının nə özü gəlir, nə də mələklər bura gəlirlər, nə göstərmirlər özləri. Bura gəlirlər ancaq Tanrının sadiq nökərləri, xidmətçiləri, peyğəmbərlər. O göndərir o bura nə üçün? Göndərir bizi xatırlatmağa, özümüzü xatırlatmağa ki, mən kiməm. Aya, görürsünüz, əslində din sözü dini sonradan qoymuşuq da biz. Din Tanrı ilə bizim aramızda olan əlaqənin bərpası deməkdir, yenidən bərpası. Baxın, religiya latın dilindən gəlir. Religiya latın dilində dinə religiya deyirlər. Legia legion sözündəndir. Legion birləşmə deməkdir. Birləşmə, birlik. Hələ Amerikanların bir kinoyu da vardı. Hollywoodun bir kinoyu var. Adı Legionerlərdir. Bəlkə kimsə baxıbdır. Legionerlər. Legionerlər sözündə legia sözü var. Legion birləşmə deməkdir. Orada Amerikanın hansısa dünyanın müxtəlif yerlərində yerləşdirdiyi hərbi birləşmələrdən söhbət gedir. Legionerlər, kinonun adı belədir. O görə legion birləşmə deməkdir. Legia. Onun qabağına re qoyanda bu birləşmənin bərpası deməkdir. Yenidən bərpası. Birləşmə var, amma onun nəsə problem olubdur. Qabağına re qoyursan ki, o birləşmə bərpa olunsun. O cəlalınır religion, religiya. Legia birləşmə deməkdir. Re bunun bərpası deməkdir. İnkarnasiya ruhun cisimdə təcəssümüdür. Ruhun cisimdə təcəlli eləməsidir. İnkarnasiya. Qabağına re qoyanda bunun təkrar olmasıdır. Reinkarnasiya. Yəni bu təkrar olur. Başa düşdünüz? İnkarnasiya ruhun cisimdə təcəllisidir. Ruh cisimdə, yəni ruhun illüzor enerjinin təsiri altında düşməyinə deyirlər inkarnasiya. Ruhun inkarnasiyası. Qabağına re qoyanda alınır ki, bu dönə-dönə təkrar olunur. Reinkarnasiya. Evolyusiya, təkamül deməkdir rus dilində. Evolyusiya. Bu, şuurun yüksəlişi deməkdir. Qabağına re qoyanda alınır revolyusiya, inqilab deməkdir. Başa düşdünüzmü? Bir şeyin təzədəndən təkrar olması da konstruksiya, bir şeyin quruluşu deməkdir. Rekonstruksiya, onun təzədən qurulması deməkdir. Yəni bir şeyin təzədəndən dönə-dönə təkrar olması olanda onun qabağına re qoyurlar. O görə religiya bu birləşmənin, Allahla bizim aramızda olan birləşmənin bərpası deməkdir, yenidən bərpası. O görə dinlər bir-birinin dalınca gəlir. Bunlar religiyalardır. Yəni bu peyğəmbərlər, dinlər bir-birinin dalınca gəlir. Bunlar gəlir ki, bizim Allahla arasında aramız münasibəti, yəni bizi barışdırmağa gəlirlər də. Başa düşdünüz də, kobud dildə deyək. Yəni peyğəmbərlər, imamlar yerə, dinlər yerə gəlirlər ki, burada yaşayan canlılarla Allahı barışdırsınlar. Barışığa gəlin də. Başa düşdünüz? Budur religiya, din. Və təbii ki, biz üzüağlıq, üzüqaralıq eləmişik. Yəni Tanrı paçlar paçıdır, sevgisi də əbədir, düzdür. Deməli problem bizdədir, elə deyil. Və biz o üzüqaralıq elədiyimizə görə necə övlad valideyni üzüqaralıq eləyər.
Deməli biz özümüzün səhvimizi başa düşməliyik. Biz özümüzün səhvlərimizi düzəltmək istiqamətində cəhdlər eləməliyik. Biz özümüz etiraf eləməliyik, səhvimizi boynumuza almalıyıq birinci. Sonra ona görə üzr istəməliyik. Sonra ona görə və bunların hamısı da dində peyğəmbərlərin insanlar burada yaşayanlar üçün qoyduğu dualardır. Dua eləmək nə deməkdir? Namaz qılmaq nə deməkdir? Üzr istəməkdir Allahdan. Ki sən mən sənə üzvə qar olmuşam. Üzr istəyirsən, etiraf edirsən, boynuvu alırsan ki, hə, Allahım məndən Allah olmaz. Sən Allah sənsən. Namaz sözü bu deməkdir. Nama, mən yox sən. Na mən yox deməkdir. Ma da mən. Namaz mən yox deməkdir. İndiyə qədər burada mənəm deyir hamı. Baxın, Allah yoxdur, mənəm. Mən Allah ilə mənim özüməm. Bu saat bu yer kürəsinin bu saat insanların 99% fikirləşirlər ki, Allah mənim özüməm. Nə Allah? Əks halda nətər olar ona bu qədər Allaha məxsus olan torpaqları tutsunlar, pulları tutsunlar, var dövləti yıxsınlar filan filan hamısı desən mənimdir, bizimdir. Bu demək ki biz Allahlıq iddiasındayıq, başa düşdük. Amma namaz o demək ki, Məhəmməd Peyğəmbər namaza dəvət edəndə deyir ki, hə, gəl başı əy Allahın qabağında. Sən döyürsən ey buranın ağası. Burada sənin heç nəyin yoxdur. Bədən səni döyürsə, bədənə aid olanlar sənin necə ola bilər? Baxın, məntiqə baxan hələ. Məntiqi deyir ki, bu bədən mənim deyil. Amma mən bu bədənə nə aidsə deyirəm mənimdir. Mənsubiyyət, bu bədən Azərbaycanda dolub, mən deyirəm mən müsəlmanam. Ərəbistanda olub, Hindistanda dolub deyir mən hindusam. Və yaxud da ki, Rusiyada dolub deyir mən xristianam. Bədəndir da bu. Cismani mənsubiyyətdir. Daşa üstürsən. Milli mənsubiyyət, dini mənsubiyyət, coğrafi mənsubiyyət. Bu yer kürəsinin bu zonasında dolubsa, bu hindusdur. Yəni ki, o ərazidə doğulubdur. Bu da deyir, coğrafi mənsubiyyət. Bu burada doğulub, bu Avropalıdır. Başa düşdük, bunların hamısı illüzor enerjinin fəaliyyətidir. İstənilən halda bizi cisimlə saxlamağa, başa düşdük, nədir? İllüzor enerjinin missiyasıdır. İstənilən halda bizi cisimlə eyniləşdirməyimizi saxlasın. Bu, bunun missiyasıdır. Bizə də Peyğəmbər imam gələndə, quru gələndə, müqəddəs şəxsiyyətlər gələndə, mələklər, bizə də onlar gəlirlər bu illüzor enerjinin təsiri altında ola bizə gəlirlər, qulağa fıçıldayırlar ki, sən bu bədən döyürsən, bu illüzor. Tanrı özü deyir, bu tərəfdən deyir, ona görə bizim Azərbaycanda bir söz var. Deyir ki, dovşana qaç deyir, tazıya tut deyir Allah ikisində. Dovşana qaç deyir, tazıya tut. İllüzor enerjinin vasitəsilə bizi hər vəclə burada saxlamağa çalışır. Kim? Allah. Yox, sən Allah zat yoxdur. Sən Allah, sən özünsən. Peyğəmbərin vasitəsilə o tərəfdən gəlir, bu tərəfdən deyir ki, yox, sən bu illüzor enerjidir, sən mənim balamsan. İndi sual onunla belə ki, niyə görə Tanrı tazıya tut deyir, dovşana qaç deyir? Niyə görə bunu belə eləyir? Çünki bizim o özü, Allah özü mütləq mənada, tam mənada müstəqil şəxsiyyətdir, müstəqildir, tam azaddır. Başa düşdünmü? Mütləq azaddır. Mütləq, absolutni svobodnu belə ruscada. Tam mənada azad şəxsiyyət. Yəni ki, bunun üzərində hökmü olan heç nə yoxdur. Allahın üzərində hökmü olan elə bir şey yoxdur. Hər şey onun hökmünün altındadır. Və biz də onun hissəciyik deyənə, hissəciyik. Deməli, belə azadlıq bizə də xasdır. Necə ki, belə Həzrət Əli əleyhissalam deyir, özünü tanıyan Allahı tanıyacaq. Ne üçün? Çünki biz onunla keyfiyyətcə eynik, kəmiyyətcə fərqliyik. Keyfiyyətcə eyni, kəmiyyətcə fərqli. Okeandan bir damcı suyu götürüb laboratoriyada onun kimyəvi tərkibini analiz eləsək, damcının kimyəvi tərkibi ilə okeanın kimyəvi tərkibi eynidir. Amma damcı okean işini görə bilməz. Düzdürmü? Qızılın 1 qramı ilə 1 tonunun tərkibi, kimyəvi tərkibi eynidir. Qızılın 1 qramı ilə 1 tonu. Yəni 1 qram qızılı analiz eləsəm laboratoriyada, mən rahat deyərəm ki, o 1 ton qızılın tərkibi nədir? O qızıl nədir? Ümumiyyətlə, rahat deyəcəm. Heç kim də mənə onu təşhisi bilə bilməz. Amma 1 ton qızılın, 1 qram qızılın dəyəri, tonun qızılın dəyəri ilə eyni deyil. Tutdunmu? Bax, bu Allahla bizim aramızda olan fərq budur. Buna görə də Tanrı bizə gəlib qulağımıza sızdırır ki, bizim, deməli, buna görə də Allahda olan o müstəqillik, azadlıq bizdə də var, amma Allahda olanla bizdəki miqdarı eynidir. Bizdə bizim öz ölçülərimizə görədir. Biz balacayıq onunla müqayisədə Allahla, düzdür? Ona görə onda olan o azadlıq, müstəqillik, azad seçim bizdə də var, amma balaca miqdardadır. Allah'daki qədər deyil, düzdürmü? Və ona görə bizim o müstəqilliyimizi Allah bizim heç vaxt əlimizdən almır, azad seçimimizi. Buna görə o tərəfdən illüzor enerjilə, bu tərəfdən də Peyğəmbərlə başa salır ki, illüzor enerjilə deyir ki, yox, yoxdur.
Allah zat yoxdur. Bu tərəfdən də Peyğəmbərin vasitəsilə pıçıldır ki, yox Allah var, sən ruhsan, bu cisim deyilsən. O tərəfdən illüzor enerji deyir ki, yox, sən bu cisimsən, ruh zat söhbət yoxdur, Allah zat söhbət yoxdur. Yox, eləmə. Bu nə üçündür? Bunun ötürü ki, bizim o müstəqilliyimizin, müstəqil azad seçimimizi, onu düzgün istifadə eləməyi öyrətsin. Son nəticədə görək biz kimi seçəcəyik. Kimi seçəcəyik, başa düşdünüz? Tanrı fikir vermək istəyir ki, görüm indi bu kimi seçəcək, məni seçəcək, yoxsa illüzor enerjimi seçəcək? Məni seçəcək, illüzor enerjimi seçəcək. Seçim bizlikdir, başa düşdünüz? Seçim eləmək momentidir. Amma biz Allah'ı seçmək istəyəndə o özü illüzor enerji əmr eləyir ki, ta çəkil, sən çəkil. Allah özü əmr eləməsə illüzor enerji çəkilən deyil. Ancaq o özü, ona görə Bhagavad Gita deyir ki, ancaq mənə təslim olanlar illüzor enerjinin təsirindən azad ola bilər. Yerdə qalan heç kim. Yerdə qalan heç kim. Ona görə də Tanrı o vaxta qədər ki, əmin olanda ki, bizim ona tərəf can atmağımız, bizim onu istəməyimiz tam səmimiyyətdəndir, o tam səmimiyyətimizi görəndə illüzor enerji deyir ki, çəkil dala. Sənlik deyil, bu mənlikdir, başa düşürsünüz. Amma hələ ki o səmimiyyəti bizdə görmür, hələ o illüzor enerji bizim üstümüzə qışqırır. Yox, gəl bu tərəfə, gəl bu tərəfə. Başa düşürsünüz nə də? Bax buna görə Məhəmməd Fəysəlullahdan soruşanda din nədir? Deyir ki, din səmimiyyət deməkdir. Başa düşürsünüz? Bax buna görə Məhəmməd Fəysəlullah görürsüz hansı Məhəmməd Fəysəlullah bax Məhəmməd Fəysəlullah görün hansı məqamı bilir. Görün hansı məqamı bilirdi. Hansı o bax o tartışma məqamını. Kimsə Allahla illüzor enerjinin arasında tartışmanı məqamını o Məhəmməd Fəysəlullah bilir. Tartışma yox prosto ikisi də Allahdır. İllüzor enerji də Tanrıdır, Tanrı da Tanrıdır, Peyğəmbər də Allahın elçisidir. Biri deyir ki, yox sən ruhi cansan, ruhsan. Sən Allahın var. Gəl ona, sən bütün xoşbəxtliyin, həzzin, bütün həyatın onunlandır. Sən onunla əbədisən. Sən nə doğulasan, nə öləsən, nə reinkarnasiya düşəsən. Gəl, bu illüzor enerjinin fırıldağıdır. Amma illüzor enerji o tərəfindən də bu üstünə qışqırır ki, yox, yalandır, inanma, boş söhbətdir. Yoxdur ölümdən sonra həyat. Ruhu zadı heç kim görməyibdir. Allahı heç kim görməyibdir. Ya gəl bu tərəfə. Ya bu deyir, bax, sən bu saat Las Vegas'da, Havay adalarında, pivə butulkası, gələ bu enerjiyi götür, iç. O deyir, qızlar küçədə gəzirlər. Sən elə öləndən sonra cənnət filan, hamısı utopiyadır, boş söhbətdir. Sən inanırsan, o tərəfə, gəl bu tərəfə, bu deyir, nəqd olsun, soğan olsun. Bu deyir, küçədə qızlar doludur. Götür seks. Gələ bax iç. Gələ bax deyir get maşın, get sür. Bax illüzor enerji öz şeyini təqdim eləyir ki, yox gəl. Nə? Burada söhbət nədən gedir? Burada söhbət gedir o Aşınmalılan kinoda var ya, gəl pistoletin tullabın başına bir deyir oxu, deyir o bir oxuma. Bir deyir oxu, o deyir oxuma. Bir deyir oxu, o deyir oxuma. Başa düşdünüz? Bax eyni şeydir. Bu da deyir bax Allah dovşana qaç deyir, tazıya tut deyir. İkisini də öyləyir. İndi bax burada məsələ nəyin üstünə gəlib dirəşdiyi, məsələ gəlib dirəşir bizim səmimiyyətin üstünə. Məhəmməd Fəysəlullah demişkən. Gəlir bizim səmimiyyətin üzərində dirəşir ki, biz tam səmimiyyətimizlə müasir dövrün milyonerlərinin, alimlərinin bu dünyanın ümumiyyətlə hal-hazırda bu günə qalmağın arxasında duran, bu dünyanın milyonerlərinin, siyasətçilərinin, dövlət idarə edənlərinin, milyonerlərinin, bir də alimlərinin, bu üç dənəsinin bu dünyada qeyri-səmimiliyidir. Qeyri-səmimiliyi. Məhəmməd Fəysəlullah deyir ki, din səmimiyyət deməkdir. Buna qeyri-səmimiliyi nə deməkdir? Yəni bunlar dinsizdirlər əslində, Allahsızdırlar. Onun səbəbindən dünya bu saat bu gündədir. Ona görə Peyğəmbər Fəysəlullah səmimiyyətə dəvət edir. Allah da bax bu illüzor enerji ilə Allahın nümayəndəsi Peyğəmbərin arasındakı bu tartışma o vaxta qədər gedir. Tartışma Allahın göndərdiyi ilə illüzor enerjinin arasında olur. Necə ki Həzrət İsa gedir şeyə səhrada oturur, 40 gün oruç tutur. Şeytan gəlir onun yanına. Deyir ki, tüm kainatı göstərir buna səmada belə. Deyir hamısı mənimdir. Bir dənə mənə səcdə elə verim sənə. Bu da deyir yox, səcdəni gəlir Allah eləsin. Gördünüz seçimi? Bax seçim momentidir. Seçim momentində İsa Peyğəmbər Allahı seçir. Şeytanı seçmir, düzdür? Və salam qutardı getdi. Bundan sonra sən həmişə Allahlansan. Allah belələrini seçir, aparır. Ona görə də bax bu müstəqilliyindən istifadə eləmək, düzgün istifadə eləməyi öyrədir. Bu yerdə gəlir bizim nə özümüzü dərk eləmək, özümüzü dərk eləmək. İnsan özünü dərk eləmək istiqamətində eləməlidir. İbadəti Allaha,
kitabı oxumalı, söhbətlərə qulaq asır, hər bir fəaliyyətini özünü dərk eləmə istiqamətində eləməlidir ki, o neynəsin? Azad olsun, geçsin buradan, qurtuluşa nail olsun. Həzrət Əli əleyhissalam, eşq olsun o mübarək adına, demirdi ki, mən deyir ibadəti nə cənnətin şövqündən edirəm, nə də cəhənnəmin qorxusundan. Mən bunu ona görə eləm, Allaha deyir ki, sən buna layiqsən. Yəni gördünüz nətər? Yəni sən mənim əbədi tanrımsan, mən də sənin əbədi xidmətçinəm. Bizim aramızda sevgi var. Mən bunun üçün ibadət edirəm. Ona görə yox ki, səndən ibadətimə görə əvəz alım. Rabiyə nə deyir bunu? Rabiyə. Cənubi Azərbaycanlı mömin. Rabiyə deyirdi Allaha ki, Allahım, görsən ki, mən sənə cənnətə görə xidmət edirəm, mənə cənnətin qapılarını üzümə bağla. Görsən ki, mən cəhənnəmin qorxusunu eləyirəm, onda mənə cəhənnəmin isti bucağına at. Yox, görsən mən sənin gül camalın üçün eləyirəm. Bir sevgi üçün eləyir bu. Təmənnasız eləyir, gördünüz bu? Budur. Bax, əsl ən ali din budur. Ən ali din, ən ali məqsədə aparan dindir. O din ki, canlı insanın məqsədi alidir, o ən ali dindir. Orada qoyulan məqsədin aliliyi iləndir. Ən ali məqsəd Allahla aramızda olan sevgidir. Ondan ali məqsəd, sevgidən ali məqam yoxdur. Bunun için də insan özünü dərk eləməlidir və Tanrıya tam təmənnasız xidmətə durmalıdır. Təmənnasız, əvəz gözləmədən Allahdan. Ki, mən bunu eləyirəm ki, qiyamət günü cənnətə girənlərdən olum, geyim orada həzz alım. Yox, bu təmənnalı xidmətdir. Yox, deyir, ateist olmaqdansa, materialist olmaq, iblislik eləməkdənsə, təbii ki, cənnət üçün ibadət eləmək daha yaxşıdır. Amma bu yaxşının ən yuxarısı deyil. Bundan da yaxşısı var. Bundan da yaxşısına can atmaq lazımdır. Bax, bu, ona görə də illüzor enerji, bu bir ümumi bir enerjidir. Və o şəxsiyyət kimi qadın obrazındadır. Amma bunun bütün bu dünyada fəaliyyətini həyata keçirmək üçün küllü miqdarda xidmətçiləri var. Ordusu var. Başa düşdünüz? Həmən bu illüzor enerji, həmən bu qadının küllü miqdarda enerji şeyləri var. Xidmətçiləri və köməkçiləri var. Necə ki, məsəl üçün həbsxananın bir dənə nəyi ola bilər? Rəisi ola bilər də, Naçalnik həbsxana. Düzdür. Amma o demək deyil ki, elə naçalnik özü bütün işləri görür. Onun orada o qədər xidmətçiləri var ki, o həbsxanada qalanlara xidmət edirlər də. Allah paltar yuyandan tutmuş, yemək pişirəni, nə bilim qapıda duranı, gəzməyə çıxardanı, işləyən, o qədər şey var ki, düzdür. Bir dənə Daxili İşlər Nazirliyi var, Daxili İşlər Nazirdir. Yəni, amma bunun bütün ölkənin arasında gör nə qədər polisləri, polis idarələri var. Nə bilim, bunun maşınlara baxan polisi var, bunun insanlara baxan polisi var, nə bilim, hər yer küçələr polislə doludur. Bunun adamlar da hamısı düzdür. Hamısı buna bir dənə o Daxili İşlər Nazirinə xidmət edirlər. Bütün polislərin hamısı işi nədir? Narüşüt elləri tutmaqda. İndi bu illüzor enerjidə qadın obrazında, amma bunun küllü miqdarda xidmətçiləri var. Bildiniz bu dünyada. Bax, həmən o xidmətçiləridir sadalan şeytan deyilən varlıqlar. Onlar küllü miqdarda şeytan o qədərdirlər ki, onların da variantları var, bildiniz nətəri, cinlər, fəriştələr, şeytanın o qədər negativ bu işlərə, negativ məsələlərə xidmət edən o qədər sayı hesabı yoxdur onların əslində, sayı hesabı yoxdur. O qədərdirlər ki, növləri o qədərdir, sayı hesabları nə qədərdir, ordudur. Ona görə illüzor enerjiyə ibadətə gəlmək, namaza, dinə, istənilən dində də yaxın gəlmək bu illüzor enerjiyə qarşı müharibə eləmək deməkdir. Başa düşdünüz? Çünki illüzor enerji burada neyinir? Bütün vasitələrdən istifadə edir ki, biz burada nə özümüzün haqqında düşünək, nə də Allah haqqında. Bütün vasitələrdən istifadə edir. Ki, burada biz nə özümüz haqqında düşünək, nə də Allah haqqında. İndi biz dinə gələndə, ibadətə gələndə biz çalışırıq özümüz haqqında düşünək, Allah haqqında düzdür. Onda biz onu müharibə eləyirik. O da başlayır özünün bütün vasitələrindən istifadə edib müayinəçilik törətməyə. Ne üçün? Ona görə yox, o Allahla düşmənçilik. Ona görə yox, ona görə baxsın gör ki, bizim istəyimizdə nə qədər səmimiyik. İllüzor enerjinin, şeytanın, filanın, beş məkan, onların hamısının hücumu din yolunda olana, ibadət yolunda olan adama hücum çəkməyi. Ondan ötürü deyir ki, o Allahla düşmənçilikdədir. O Allahla düşmənçilikdə olmaz, ola da bilməz. O Allahın xidmətçisidir, Allaha xidmət edir o. O özü də Allahı çox yaxşı tanıyır. Onun işi ondan ibarətdir. O işi ona Allah özü veribdir. Ki sən
Hər vəzlə hücum elə, mənə tərəf gəlmək istəyən üstünə, hər vəzlə. Niyə görə? Qoy onun tam səmimiyyəti ortalığa çıxsın. Tam səmimidir istəyində. Tam səmimidir istəyində, niyyətində tam o çirk qalmasın, qara nöqtə belə qalmasın. Onda o mənim yanıma gələ bilər. Çünki Allahın yanına ancaq getmək üçün gərək paklardan pak olasan. Allah paklardan pakdır. Tam səmimiyyətli şeydən, tam səmimi insanlar, insan tam səmimiyyət platformasına gələndə Allah özü illüzor enerji əmr verir ki, çəkil Allah vəsyo. Bu sənlik deyil. Bu mənlikdir. Bildiniz nətər? Bu tam səmimiyyətə gəlmək nə deməkdir? Bilirsiniz, səmimiyyət özü, mən səmimiyyət barədə bu yaxınlarda mühazirə qoymuşdum. Səmimiyyət özü nə deməkdir? Məhəmməd bin Sallallahu deyəndə səmimiyyət. Elə belə xırda məsələ deyir ki, dini səmimiyyətə bərabər düşür. Səmimiyyət deməkdir ki, insan özünün Allaha olan münasibətlərində, ibadətlərində İlk əsas olaraq özünün ruhi can olduğunu, ruh olduğunu ortalığa qoyur ki, mən ruhi canam, mən ruham, mən bu cisimlə heç bir şeyim yoxdur. Ona görə də onun istəklərində cismani heç nə olmamalıdır. Allaha ibadətində hələ də maddi istəyin varsa, hələ sənin səmimiyyətin təmiz deyil. Sən Allaha ibadət edə bilərsən, amma sən hələ də istək və arzularında Allahdan ibadətivə görə maddi bir şey varsa, cict olmuş olsa, sən hələ səmimiyyətin paş deyil. Məhəmməd bin Sallallahu dediyi səviyyə deyil. Ona görə də cənnət özü maddiyyat olduğuna görə cənnət üçün ibadət eləməyin özü hələ tam səmimiyyət deyil. Orada hələ tam səmimiyyət yoxdur. Bildiniz? Hələ sən hələ də illüzor enerjinin təsir altındasın. Çünki cənnət planetlərdə cisimdir, maddiyyatdır. Buna görə də Həzrət Əli əleyhissalam Allaha deyir ki, mən səninlə cənnətin şövqündən ibadət eləmirəm. Bildiniz? Yəni mən, Həzrət Əli əleyhissalam, bu illüzor enerjinin təsirindən tamamilə azad bir şəxsiyyətdir. Ona görə də əhvalat var. Şeytandan soruşurlar ki, sən insanları nətər öz təsir altında saxlayırsan. Deyir, bunu belə eləyirəm, bunu belə eləyirəm, bunu belə eləyirəm. Deyirlər ki, bəs əliyin nətəri şey eləyirsən? Əlin nətəri saxlayırsan da. Deyir heç mən əlin əlindən yaxamı qutara bilirəm, deyir. Təsəvvür gətirirsiniz. Hamı bunun əlindədir. Bu da əlin əlindədir. Başa sən əlidən yaxasını qutara bilmirdin. Bu əli bunun özünə təbliğ eləmək istəyir. Şeytanın özünə təbliğ eləmək istəyir. Şeytanın özünü müsəlman eləsin. Bu əlin əlindən yaxasını qutara bilmək üçün əli gör nə qədər azaddısa bundan. Azmış ki, bu əli bunun əlindən azaddır. Şeytanın. Hələ buna əksinə bunu təbliğ eləyir ki, bunun özünü müsəlman eləsin. O Məhəmməd bin Sallallahu soruşurlar ki, şeytan hardadır? Deyir, hamının qəlbindədir. Birdən buna deyirlər, sənin də qəlbində var. Deyir, hə, var. Sadəcə olaraq mənim sizdən fərqim ondadır ki, mən onu müsəlman eləmişəm. Yəni Məhəmməd bin Sallallahu şeytanın özünü, indi bu demək olar ki, bu onun təsir altındadır. Bu onu müsəlman eləyibsə, nətər bu onun təsir altında ola bilər? Ona görə Məhəmməd bin Sallallahu haqqında bəzi ağzı göyçəklər deyəndə ki, Peyğəmbərin 11 dənə arvadı var idi, ona Peyğəmbər. Sən heç təsəvvürə gətirə bilmirsən onun mövqeyini, onun qüdrətini. O Hristiyanlar deyir ki, İsa Peyğəmbər şərab içirdi bizə. İsa Peyğəmbər ölüyünü dirildirdi. Sən heç özünü saxlaya bilmirsən. Sən gör İsa Peyğəmbərlə özünü müqayisə qoyurlar. Bax, təqlid bu deməkdir. Təqlid eləmək hər yerdə pislənir, rədd olunur. Təqlid eləmək ola bilməz. Sən təqlid eləyə bilməzsən onu. O səndən qüdrətlidir. Sənin borcun təqlid eləmək deyil. Sənin borcun onun sənə verdiyi nəsiyyətlərə qulaq asmaqdır. Məhəmməd Peyğəmbəri sən təqlid eləməzsən, İsa Peyğəmbəri sən təqlid eləməzsən, ümumiyyətlə heç bir imamı sən təqlid eləyə bilməzsən. Çünki o ayrıca şəxsiyyətdir və onun Allahla ayrıca münasibətləri var, sən bilmirsən. Onun qüdrəti başqadır, səninki başqadır. Onun elədiyin sən eləyə bilməzsən, sən onu da təqlid eləyə bilərsən. Amma sən borcun onun getdiyi yolla getməkdir, onun arxasınca getməkdir. Onun özündən sonra qoyduğu yolla getməkdir. Yəni onun nəsihətlərinə əməl eləməkdir, onun göstərişlərinə əməl eləməkdir. Onu təqlid eləmək deyil. Ustad ondan ötürdü ki, onun nəsihətlərinə əməl eləyəsən, onu təqlid eləməyəsən. Bu mənada da şeytan o vaxt insandan illüzor enerji o vaxt çəkilir ki, Allah özü göstəriş verir. Mənə elə gəlir ki, mən illüzor enerjinin fəaliyyəti barədə əsas şeyləri dedim. Amma nəsə anlaşılmazlıq qalarsa, nəsə aydın olmayan bir şey qalarsa, kiməsə bu istiqamətdə istənilən mənada nə aydın deyilsə, yenidən sual verə bilərsiniz.
mən bu şeyi dönə-dönə üstünə qayıtmağa hazıram da, Tanrı mərhəməti ilə. Nə aydın deyilsə, nə başa düşmədisə, nə ilə razılaşa bilmirsinizsə, yenidən soruşa bilərsiniz və mən bu mövzunun üstünə yenidən qayıda bilərəm, izah edə bilərəm. İllüzor enerji nədir? Bax belə. Çox sağ olun, diqqətinizə görə minnətdaram hamınıza. Kim ki vaxt ayırıb buna qulaq asır, mühazirələrə. Sualı olanlar buyursunlar.